Şəhər rəisi Xaqanidən şeir oxumasını xahiş etdi. Şair imtina etmədi, oxudu. Onu böyük məmnuniyyətlə dinlədilər. Xaqaninin xahişi ilə bir neçə yerli şair də şeir oxudu. Şeiriyyəti yaxşı başa düşən şəhər rəisi sonda dedi: "Sən böyük şairsən. Əgər sənin şeirlərini arı balı hesab eləsək, onlarınki hörümçək toruna bənzər. Xarici pis deyil, ancaq dərin məna yoxdur. Bu sözlər mənim deyil, sənin özünündür. Mən sənin şeirlərinlə tanışam. Hafizəmdən də şikayətim yoxdur. Yaxşıdır, sənin şeirlərini yadımda saxlaya bilirəm. Müsaadənlə sənin həmin məsələyə dair şeirini demək istəyirəm." Xaqani maraq dolu nəzərlərini şəhər rəisinə dikdi. Rəis dedi: "Hörümçəklər divarlarda tor toxuyar, gözəl, qəşəng. Gəlib onu düyün salar, dolaşdırar qara milçək. Göz önündə nə tor hörər, nə iş görər ancaq arı, şam içində hazırlayar dərdə şəfa dərmanları." Şəhər rəisi şeiri oxuyub məmnun halda Xaqaniyə baxdı. Şair başını tərpədib razılıq etdi. Xaqani Bağdadda bir neçə gündə qaldı. Həm gəzdi, həm də şəhərin mötəbər alimləri, şairləri ilə görüşdü. Sonra Kufədə, Məkkədə həcc mərasimini icra edib Məhəmməd Peyğəmbərin qəbrini ziyarətinə gəldi. Nəhayət Mosul yolu ilə Şirvana üz qoydu. Vətənə can atan şair də, Hilal da sanki qanad açıb uçur, doğma yurda tez çatmağa tələsirdilər. Doğma diyar. Yaz yenicə girmişdi. Şirvan torpağı al-əlvan don geyinmişdi. Təbiətin hər guşəsinin sevinc, məhəbbət bəxş etdiyi bir vaxtda Şirvanşahlar sarayı həyəcan içində idi. Şirvanşah Mənisöhrün oğlu Fəriburuzla qızı Alaçiçək ölüm yatağında idilər. Xaqan Şirvanın bütün adlı sanlı həkimlərini onların üstünə tökdüsə də nəticəsi olmadı. Onların halı yaxşılaşmadı. Sevimli oğlunu və qızını itirmək təhlükəsi qarşısında olan Şirvanşah bütün acığını vəzirin üstünə tökdü. "Sən, axmaq çosa, gündə beynimi yedin ki, Vəhidəddin oradan gəldi, Vəhidəddin buradan getdi, sıxışdırdın onu saraydan. O mənim uşaqlarımın ən yaxşı həkimi idi." Qorxusundan tir-tir əsən vəzir Əminəddin Axrasi çənəsindəki 5-10 tükü dartışdırır, gözlərini döyür, kirpikləri aramsız qırpılırdı. O Şirvanşaha nə isə demək istədi, kəkələdi, lakin Xaqanın sərt baxışları ilə rastlaşıb sustu. Şirvanşah vəzirlə qurtarıb, qarşısında dinməz oturmuş saray əyanlarının üstünə düşdü. "Hamınız bir işi bilirsiniz. Yanında oturub üzünə güldüyünüz adamın ayaqlarının altını qazmaq. Gündə biriniz, ikiniz yanıma gəlib, indicə oturub şirin söhbət elədiyiniz adam barəsində ağlınıza gələn deyiciliyi eləyirsiniz. Bir deyirsiniz, 5 deyirsiniz, məni inandırırsınız. O zavallı Vəhidəddinin günahı nə idi ki, onu Şamaxıdan didərgin saldıq?" Şirvanşah yenə üzünü vəzirə çevirdi. "De, qoy bu həzərat eşitsin. O vaxt yoxlatmadım. Dünən tapşırdım yoxlasınlar. Məlum oldu ki, deyilənlərin hamısı iftira imiş. Fikirləşdim ki, axı sən niyə belə eləmsən?" Aydın oldu. Şirvanşah hamıya müraciətlə: "Ay həzərat, deməyinənmiş bu Əminəddin Axrasi öz yerindən qorxub. Görüb ki, Vəhidəddin ondan çox ağıllıdır. Mən də ona ehtiram göstərirəm. Qorxub ki, birdən onu vəzir eləyərəm." Şirvanşah baş vəziri də unutmadı. Onun da ünvanına bir neçə kəlmə deməyi lazım bildi. "Sən də yaxşısan. Necə oldu ki, vəzir sənin kimi ağıllı adamı aldada bildi, sən də onun tərəfində oldun. Mənim səhv qərar verməyimə səbəb oldun." Şirvanşah çox danışdı, əsəbi danışdı. O sözünün sonunda baş vəzirə dedi: "Tez Bərdiyə namə göndər. Qoy Vəhidəddin təcili Şamaxıya qaçsın. Bəlkə uşaqları xilas eləyə." Baş vəzir baş üstə dedi. Şirvanşah əlinin işarəsi ilə oturanlara mürəxxəssiz dedi. Hamı qalxdı, qapıya yönəldi. Lakin bu vaxt qapı açıldı. Saray xidmətçisi içəri girdi və dedi: "Böyük Xaqan, Kür çayı Bağlanı kəndi yaxınlığındakı bəndi uçurub. Bütün ətrafını su basıb. Bağlanı da bir neçə qonşu kənd də su altında qalıb. Ölü bitən də olub." Şirvanşah baş vəzirə: "Hər il yaz yağışlarından sonra Kür çayı o başı bəlalı kəndi basır. Keçən ildə basmışdı. Tapşırmışdım bəndi yaxşı qaldırın. Bəs necə oldu ki, bənd yenə dağıldı?" Baş vəzir vəzirə baxdı və dedi: "Onda bəndə baxmağa Əminəddin Axrasi getmişdi. Deməyindən belə çıxdı ki, sənin fərmanına əməl olunub." Şirvanşah vəzirə tərs-tərs baxdı. Bir qədər sakit olmuş vəzir yenə ödünü udmalı oldu. Ona elə gəldi ki, Şirvanşah indicə ondan bayaqçı hayfının da əvəzini çıxacaq, coşub daşacaq. Ancaq onun xoşbəxtliyindən elə olmadı. Şirvanşah nəzərlərini baş vəzirə çevirdi.
Camaatı töküb böyük bənd salın. Elə bənd salın ki, həndəvərdə olan torpaqları suvarmaqdan ötrü su da çıxsın. Bu işə özün başçılıq elə. Bənd hazır olanda gəlib baxacağam, dedi və qalxdı. Bayaqdan ayaq üstə olub getməyə hazırlaşan əyanlar dağılışdılar. Şirvanşahın yanında baş vəzirlə vəzir qaldı. Xaqan dedi: "Vəhidəddinə naməni günü bu gün göndərmək gərəkdir," deyib qapıya getdi. Qapını açdı. Bir ayağını çandarın o biri tərəfinə qoyub dayandı. Geri döndü və ardınca gələn vəzirlərdən: "Xaqanidən xəbəriniz varmı? İndi hardadır?" soruşdu. Baş vəzir cavab verdi: "2 ay əvvəl Şamdan Mosula yola düşüb. Şamaxıya qayıdır. Ona da namə göndər. Yaz ki, tez qayıtsın." Şirvanşah sözünə ara verib bir qədər fikirləşdi və əlavə etdi: "Yaz ki, tez qayıtmasa, ardınca adam göndərməli olacağam. Namələrin ikisini də mənim adımdan yazın." Şirvanşah o biri ayağını da çandardan aşırıb qapını arxasınca örtdü. Baş vəzir məktubları tez hazırladı, lakin onların göndərilməsi xeyli ləngidi. Şirvanşahın oğlu və qızı Alaçiçək bir gündə vəfat etdilər. Saray matəm libası geydi. Bütün Şirvan şahlığında matəm elan edildi. Şirvanın hər tərəfindən əyanlar, adlı sanlı tacirlər, sənətkarlar Şamaxıya şahzadələrin dəfn mərasimində iştirak etməyə gəldi. Fəribuzla Alaçiçəyin meyitləri tabuta qoyulmuşdu. Qədim türk matəm mərasimi adətlərinə riayət edilərək Fəribuzun atının quyruğu kəsilmiş, yəhəri tərsinə qoyulmuş, daxmaya qoyulmuş cənazənin önünə çəkilmişdi. Cənazəni Şirvan şahlığının ən görkəmli dövlət adamları çiyinlərinə alıb saraydan çıxardılar. Şirvanşahlar sarayı bütün Şirvan 3 gün yas saxladı. Dəfn mərasimindən 2 həftə sonra Şirvanşah yenə baş vəzirdən Xaqanini soruşdu və dedi: "Sarayda olan şairlər oğlumla qızımın ölümünə qəsidə yazdılar. Ancaq heç biri xoşuma gəlmədi. Qəsidə cana od salmalıdır. Onların qəsidələri heç tüstü də çıxara bilməzdi. Gərək burada Xaqani olaydı. Naməni göndərmisənmi?" Baş vəzir başını buladı. "Yox, böyük Xaqan, baş qarışdı. Həm də fikirləşdim ki, şahzadələrin vəfatından sonra həkimə nə hacət? Göndər, hər ikisinə göndər, tez qayıtsınlar." Baş vəzir saray xidmətçisinə Mirzəsini çağırmağa əmr etdi. Ağasının fikrini oxumağı bacaran Mirzə hər ehtimala qarşı çoxdan hazırladığı namələri də götürdü. O içəri girib hamıya təzim etdikdən sonra ağasına yanaşdı. Baş vəzir bir kəlmə deyən kimi Mirzə namələri ona uzatdı. Baş vəzir gülümsündü. Şəhadət barmağını keçə papağının altına saldı. Başını qaşıdı. Mirzəyə baxdı. Mirzə dönüb getdi. Baş vəzir əvvəl Xaqaniyə yazılmış naməni Xaqana uzatdı. Ancaq əl saxladı və dedi: "Namələrə şahzadələrin vəfat etmələrini də əlavə eləmək lazımdır." Şirvanşah başını tərpətdi. Baş vəzir Xaqaniyə yazılmış naməyə əl gəzdirib Şirvanşaha uzatdı. "Əlahəzrət, sən tanış ol, sonra üzünü bir də ağardarıq," dedi. Şah məktubu gözdən keçirdi. Möhtərəm şairə salam və ehtiram. O vaxt ki, Şirvanşahlar sarayının astanasından namə gətirən Simur quşunun səsi gəldi, Həzrət Süleymandan belə bir nida gətirdi: "Bismillahirrahmanirrahim. Həyat quşu ki, sudan və dəndən hürküb uçmuşdu, yenidən qayıdıb gəldi və şirinlik növbəsi quşa düşdü. İndi ki, quş kimi uçmağa başlamısan, qanatlarını aç, xoşbaxtlıq yuvasına qayıt və müqavimət göstərmə. Əks halda səni gətirərlər. Tələs, bizim 3 quşumuz fələyin pəncərəsindən göylərin zirvələrinə uçub. 2 gövhəri zorla bizim xəzinəmizdən aldılar." Şirvanşah məktubu geri qaytardı. Baş vəzir Vəhidəddinə yazdığı məktubu da Xaqana uzatdı. Lakin Şirvanşah onu oxumaq istəmədi və "Namələri çaparlarla tez göndərin," dedi. Xaqani Həmədanda, Bağdadda, Məkkədə, Mədinədə olanda əmsi oğlu Vəhidəddinlə yazışırdı. Həmin şəhərlərdən Aranın anası Bərdiyə daimi ticarət karvanları getdiyindən şair məktub göndərməyə çətinlik çəkmirdi. Ancaq o, əmsi oğlundan cəmsi bir dəfə məktub almışdı. Ona görə də Xaqani vətənə qayıdarkən yolüstü Bərdiyə dəyib Vəhidəddini görməyi qət etmişdi. Hələ yolda ikən Şirvanşahın məktubunu almış şair Vəhidəddinə də belə bir məktub göndərilməsindən xəbərsiz idi. Xaqani Bərdiyə çatanda yazın son ayı idi. Aran torpağında, Muğanda yalnız bir rəng, yaşıl rəng hər yerdə göz oxşayırdı. Hər yan üzümlük, hər tərəf zeytun, meyvə bağları. Göz işlədikcə uzanan buğda və arpa zəmiləri sarı rəngdə idi. Yuxarıdan, lap yüksəklikdən, mil minarədən baxan adama elə gəlirdi ki, yaşıl don geymiş, gözəl belinə sarı kəmər bağlamışdı.
Bərdə şəhəri də cənnət bağına bənzəyirdi. Küçələrin hər iki tərəfi boyu əkilmiş meyvə ağacları barının çoxluğundan başını aşağı dikmişdi. Küçələrin sağında və solundakı arxlardan daima su axırdı. Xaqani əmsi oğlunun mənzilinə doğru addımlayırkən yolu üstündəki dünyanın ən məşhur bazarlarından biri olan Bərdə bazarına baş çəkdi. Bu nəhəng bazara ticarət zərgələrinə tamaşa etməyə aludə olmuş şair vaxtın necə sürətlə keçməsindən xəbər tutmadı. Səhər tezdən şəhər darvazaları açılanda karvanlarla birlikdə Bərdəyə girmiş Xaqani bazardan çıxanda gün günorta idi. Hava qızmışdı. Çox isti idi. Həm də o bərk acmışdı. O Vəhidəddinin mənzilinə tələsdi. Şair iri darvazanı döymədi, açıq idi. Həyətə girdi. Böyük, yaşıllığa bürünmüş həyəti gözdən keçirdi. Səhərdən ac-susuz bazarı gəzməkdən əldən düşmüş Hilal atları içəri çəkdi. Darvazaları açanda çoxdan yağ üzü görməmiş həngəmələrin qopardığı fəryada at ayaqlarının səsinə evdən çıxan olmadı. Hilal, "Ay ev yiyəsi!" deyə çağırdı. Cavab verən olmadı. Xaqani yan yörəsini bir də nəzərdən keçirəndə Vəhidəddini həyətin o biri qurtaracağında çarhovuzun qırağında oturmuş gördü. Dərin xəyala dalmış Vəhidəddin heç kimi görmür, heç kəsi eşitmirdi. Hilalın "Ay ev yiyəsi" deyə çığırması da ona çatmamışdı. Xaqani lap yaxına gəldi. Ancaq Vəhidəddin onun ayaq səsini eşitmədi. Şair əmsi oğlunu diqqətlə gözdən keçirdi. O necə də qocalmışdı. Çarhovuzun bir kənarında arxası Xaqaniyə oturmuş Vəhidəddin qıçlarını qucaqlamış, çənəsini dizlərinə dirəmişdi. Onun gümüşü uzun saqqalı, çalmasının altından çiyinlərinə tökülmüş uzun saçları pırtdaşıq idi. Xaqani onu səsləməyə ehtiyat etdi. Qəfildən gələn səs onu diksindirib qorxuda bilərdi. Hilal yerdən iri bir daş götürüb qapını döyməyə başladı. Vəhidəddin xəyaldan ayrıldı. Başını dizləri üstündən götürüb qapı tərəfə baxdı. Ona tərəf addımlayan Xaqanini gördü. O bir müddət heyrət içində dondu. Birdən yerindən qalxdı, ona tərəf getdi. Şair isə yüyürdü. Onlar qucaqlaşdılar. Bir xeyli belə vəziyyətdə qaldılar. Onlar aralanıb üz-üzə dayananda şair əmsi oğlunun gözlərini yaşlı gördü. Xaqani də kövrəlmişdi. Şairi Vəhidəddinin üzündə vaxtından qabaq əmələ gəlmiş dərin cığırlar, dərinə düşmüş gözləri, yaşından xeyli qoca görünməsi kövrətdi. Onlar hey bir-birlərinə baxır, danışmırdılar. İki əmoğlunun görüşməsi Hilala da təsir elədi. O bir müddət susuz qaldı. Nəhayət sükutu da o pozdu. O əmoğlanlarına yaxınlaşdı və "Xoş gördük Vəhidəddin əmi" dedi və əl verdi. Vəhidəddin də əl verdi. Ancaq Hilalı tanımadı. Xaqani onu nişan verəndən sonra Vəhidəddin gülümsündü. "Maşallah, böyük oğlan olmusan" dedi. Xaqani Vəhidəddin gülümsünəndə onun sifətinə çökmüş mehribanlıq kölgəsini aydın gördü. Ona elə gəldi ki, bu təbəssüm son 3 ildə əmsi oğlunun üzünə qonmuş ilk təbəssümdür. Xaqani Vəhidəddini sorğu-suala tutmaq istəyirdi, ancaq başlamağa acizlik çəkirdi. O, ilk sualı ilə Vəhidəddinin keçirdiyi ağır, istirablı anları ona bir də xatırlatmaq, yaralarını təzələmək istəmirdi. Hilal'la 2 kəlmə danışmasından sonra yaranmış sükutu da Vəhidəddinin özü pozdu. "Burada niyə dayanmışıq? Keçək evə. Yəqin ki, həm yorğun, həm də acsız" deyib irəli düşdü. Atları qarşıdakı pəyədə rahlamış Hilal da onlara qoşuldu. Eyvana qalxdılar. Vəhidəddin ev qapısını döydü və "Ay Sarabəyim bacı" deyə səslədi. Bir an keçmədi ki, orta yaşlı, qıvraq bir qadın çıxdı. O üzünü gizlətmədi. Vəhidəddin qonaqlarını göstərib dedi: "Sarabəyim bacı, bu cavan mənim əmim oğludur. Şairdir. Adı da İbrahim Xaqanidir. Bu da onun dostu, mənim dostumun oğludur. Adı Hilaldır." "Sarabəyim bacı, xoş gəlib səfa gətiriblər" dedi. Vəhidəddin Sarabəyimi Xaqani ilə Hilala təqdim etdi. "Sarabəyim bacı bu evin sahibinin, Əl Abbasın övrəti mənim bacımdır. Lap doğma bacıdan artıq." Vəhidəddin Xaqani ilə Hilalı otağına apardı. Sarabəyim bacı isə eyvanın baş tərəfinə getdi. Bir azdan o əlində süfrə gəldi, yemək gətirdi. Görünür Vəhidəddin də səhərdən bir şey yeməmişdi. O da Xaqani və Hilal kimi iştaha ilə yedi. Yemək yığışdırılandan sonra Vəhidəddin: "Əmoğlu, necə deyərlər, yediyin istiyin özünə qalsın, gördüklərindən biraz danış." Hilal 2 əmoğlunun söhbətinə mane olmamaq üçün həyətə düşdü. Xaqani Vəhidəddinin xahişinə əməl etməzdən qabaq soruşdu: "De görək sən niyə Şirvanşahın qəzəbinə düçar oldun?" Vəhidəddinin gözlərinə duman gəldi. Xaqani sualından peşman oldu. Vəhidəddin çiyinlərini çəkib dedi:
Şahların qəzəbinin səbəbini bu vaxta kimi bilən olubmu? Məgər şahlar qəzəblənəndə bu qəzəb onların daxilindən doğur? Yox, ay əmioğlu, çox vaxt hökmdarlar qəzəblənəndə heç səbəbini də bilmirlər. Onlar əslində qəzəblənmirlər. Başqasına iftira atıb onu şahın, hökmdarın qəzəbinə düçar eləmək istəyənlərin arzusuna əməl edib özlərini qəzəbli göstərirlər. Xaqani Vəhidəddin sustuğunu görüb dedi: Belə çıxır ki, sən əslində Şirvanşahın qəzəbinə keçməmisən. Kimsə sənə iftira atıb, onu bu yola təhrik eləyib, eləmi? Vəhidəddin başını tərpətdi. Vəzir Əminəddin Axrasidən şübhələndiyini dedi və əlavə etdi: İndi daha bunun əhəmiyyəti yoxdur. Şirvanşah mənə namə göndərib, Şamaxıya çağırır. Namədən belə məlum olur ki, o məni sürgündən azad eləyir. Çünki birbaş saraya çağırır. Xaqani gülümsündü və dedi: Demək sən də namə almısan. Çox gözəl, bir yerdə gedərik, dedi. Vəhidəddin də gülümsündü. Belə çıxır ki, sən də namə almısan. Hə, Şirvanşah məni çağırmaqla kifayətlənmir. Yazır ki, əgər qayıtmasan güclə apararam. Bir də onun yazmasından belə çıxır ki, saray adamlarından ikisi ölüb. Elədir, oğlu Fəribrozla qızı Alaçiçək. Xaqani dinmədi. Vəhidəddinə baxdı. O Şamaxını, arvadını, uşaqlarını, ata-anasını soruşmaq istədi. Ancaq fikrindən daşındı. O da mənim kimi Şamaxıdan çoxdan çıxıb. Hardan bilsin? Fikirləşdi. Vəhidəddin onun fikrini oxuyurmuş kimi dedi. Naməni gətirən qonşuluqda yaşayandı. Hamını soruşdum. Şükür, hamı yaxşıdır. Sənin yolunu gözləyirlər. Xaqani Rəşidini gözləri önünə gətirdi. Dodaqları qaçdı. Ona elə gəldi ki, Rəşidi Səriyyənin əlindən tutub qaçır, Xurşudu isə qollarını açıb onları bağrına basır. Rəbiyə şairin gözləri önünə gəldi. Saçları süd kimi ağ, gözləri nəmli, ancaq yenə də qəşəng, məlahətli. Xaqani Vəhidəddindən soruşdu. Haçan yola düşürük, əmioğlu? Vəhidəddin qəti qərara gəlməmiş adam kimi duruxub Xaqaniyə baxdı və dedi. Nə deyim vallah, nə vaxt istəsəm. Evə can atan Xaqani, nə qədər tez yola düşsək bir o qədər yaxşıdır. Uşaqlardan ötürü burnumun ucu göynüyür. Vəhidəddin saç-saqqalını sığallaya-sığallaya, tələsməyə dəyməz. Onsuz da biz birbaş Şamaxıya getməyəcəyik. Şirvanşah Bağlanı kəndinə gələcək. Bəndin açılışına. Məni oraya çağırıb. Görünür, sən də ora getməlisən. Birbaş Şamaxıya getmək istəsən, onsuz da yolda onunla rastlaşıb geri qayıtmalı olacaqsan. Yaxşısı budur, mənə yol yoldaşı olasan. Vəhidəddinin sözləri Xaqaninin ovqatını təlx etdi. Ancaq ayrı çıxış yolu yox idi. O istər-istəməz Vəhidəddinin təklifini qəbul etməli oldu. Onlar bir həftədən sonra yola çıxdılar. Xaqani ilə Vəhidəddin Hilalın müşayiəti ilə Kür sahilinə, Bağlanı kəndinə gələndə Şirvanşah Mənsur artıq orada idi. Daşqına məruz qalmış kənd bərpa edilmişdi. Kəndlilər gecə-gündüz çalışıb ev eşiklərini qismən sahmana sala bilmişdilər. Şirvanşahın Bağlanı bəndinin açılışına gələcəyini nəzərə almış baş vəzir kəndxudanı, mahal naibini kəndlilərə kömək eləməyə məcbur etmişdi. Buna baxmayaraq, hələ çox yerdə dağıntının nişanələri qalmaqda idi. Kəndin ən hündür, səfalı yerində 2 mərtəbəli böyük bir bina yüksəlirdi. Bu bina Şirvanşahın kəndə gəlişinə görə tikilmişdi. Xaqani ilə Vəhidəddin Bağlanı kəndinə gələn kimi Şirvanşahın iqamətgahına yollandılar. Kənddə, xüsusilə Şirvanşahın iqamətgahının yaxınlığında adam əlindən tərpənmək olmurdu. Onlar Şirvanşahın mühafizə dəstəsindən olan əsgərlər, saray xidmətçiləri, Xaqani səfərində müşayiət eləyən adamlar idilər. Şirvanşah Xaqanini gülər üzlə qarşıladı. Xaqani uzaqlarda olan fəxri sarayla Şahqulunun açıq-açığına, baş vəzirin isə dolayı yollarla deyicilik eləmələrinə baxmayaraq, Şirvanşah ona olan münasibətini dəyişməmişdi. O yenə də Xaqani yaradıcılığına əvvəllərdə olduğu kimi pərəstiş edirdi. Xaqan Xaqanini qucaqlamaqdan da çəkinmədi və dedi: Bizi fəraq oduna yandırdın. Səfərin çox uzun çəkdi. Axı biz səninlə belə danışmamışdıq. Xaqani Şirvanşaha qısa cavab verdi. Günah məndə olmayıb. Günahkar ardı-arası kəsilməyən müharibələrdir. Şairin cavabı Şirvanşahın xoşuna gəlməsə də üzə vurmadı. Vaxtında gəlib çıxmısan, bəndi sabah açacaq, dedi. Şirvanşah şairdən aralanıb baş vəzirə yaxınlaşdı. Onunla danışmağa başladı. Xaqani Şirvanşahla görüşün başa çatdığını görüb, ona təzim edib çıxdı. O 2-3 addım atmamışdı ki, saray xidmətçilərindən biri ona yaxınlaşdı. Səni o otağa çağırırlar, dedi. Otağı göstərib getdi. Xaqani qapıdan içəri girəndə heyrətə gəldi. İsmətəddin onun qarşısında dayanıb gülümsünürdü. Onun yenə də çənəsində və yanaqlarında batıqlar əmələ gəlmiş, gözləri süzgünləşmişdi.
Xaqaninin ürəyi sıxılan kimi oldu. Onun daxilində qəribə bir hal əmələ gəldi. Özü də başa düşə bilmədiyi hal. İsmətəddin şairin həyəcanını aydın görürdü. Şair ona cəmi 2 söz deyə bildi. Sən də burdasan? İsmətəddin şairin əlindən tutub onu özünə tərəf çəkdi. Qapını arxadan bağladı. Xaqanini qucaqlayıb dodaqlarını onun dodaqlarına yapışdırdı. İsmətəddin süst düşənə qədər şairdən aralanmadı. Xaqani onun belindən yapışdı. Yerə salınmış döşəkdə otuzdurdu. İsmətəddin ağır-ağır nəfəs aldıqca sinəsi qalxıb enirdi. Nəhayət o özünü ələ ala bildi və "Şükür ki, gəlib çıxdın. Yola dikməkdən gözlərimin kökü saraldı." İsmətəddin Xaqaninin dən düşmüş saçlarını, saqqalını sığallaya-sığallaya davam etdi. "İlahi, mən səni nə qədər sevirəmmiş. Bu 3 ildə məni heç olmasa 3 dəfə yad eləmisənmi?" Əlbəttə, Xaqani onu çox yad etmişdi. İlk günlər, birinci aylar ondan ayrılmağına sevinmişdi. Zənn etmişdi ki, zaman keçdikcə hər şey öz yoluna düşəcək. İsmətəddin ondan soyuyacaq. Onun da İsmətəddinə olan hissiyatı kütləşəcəkdir. Sonrakı aylarda Xaqani İsmətəddini yad edəndə səhv fikirləşdiyini başa düşdü. O, İsmətəddindən soyuya bilmədiyini duyub kədərləndi. Xaqani səfərdə olanda sevimli Xurşudunun xəyalı həmişə onunla olmuşdu. Şair Xurşuduna olan məhəbbətinin əvvəlki kimi güclü olmasına sevindi. Məhəbbət və hissiyat. Bunlar eyni şey deyilmi? İsmətəddini sevmirəm, ancaq ondan soyuya da bilmirəm. Görünür, o bir qadın kimi mənim hissiyatıma hakim kəsilib. Xurşudumu isə sevirəm. Bəs bunun sonu necə olacaq? Xaqani uzun sürən səfəri zamanı bu sualın ətrafında xeyli fikirləşdi. İsmətəddin şairdən cavab çıxmadığını görüb zarafatla ötüşmək məqsədi ilə "Görünür, sualımın cavabını vermək müşküldür, cavab verməyə bilərsən" deyib Xaqaniyə qısıldı. Xaqani qətiyyətlə "Yox, elə deyil, səni çox yad eləmişəm." İsmətəddin ona inanmırmış kimi "Doğru deyirsən?" deyə soruşdu. Xaqaniyə daha çox sığınmış İsmətəddin nazlana-nazlana "Niyə soruşmursan ki, mən hara, bəndin açılması, bağlanı kəndi hara?" Xaqani dinmədi. İsmətəddin dedi: "Sənin hər addımın mənim nəzarətim altında olub. Haralarda olmusan, kimlərlə görüşmüsən, hamısı mənə məlumdur. Bərdədə olmağını bilən kimi buraya qanad assım. Bildim ki, Vəhidəddinlə birlikdə birbaş bəndin açılışına gələcəksən." Xaqani Vəhidəddinin onu gözlədiyini dedi. Axşam gələcəyini vəd edib İsmətəddindən ayrıldı. İsmətəddin onu asanlıqla buraxmadı. O, Vəhidəddinin şairi axtara biləcəyindən, Xaqanini onun yanında olmasının aşkara çıxacağından ehtiyat edib razı oldu. İsmətəddin Xaqanidən ayrılanda qapının ağzında onun boynuna sarıldı və pıçıldadı. "Qadınların intiqamı yaman olur ha, məni aldatmayasan, yoxsa 3 illik yanğımı üstünə tökərəm." Xaqanini həmişə İsmətəddinin intiqamı qorxuzmuşdu. Ancaq bu günə kimi İsmətəddin onu heç vaxt hədələməmişdi. İndi onun yarı zarafat, yarı ciddi pıçıldadığı sözlər Xaqaniyə hədə kimi göründü. Şair hiss etdi ki, onu İsmətəddinlə bağlayan tellərdən biri qırıldı. Ertəsi gün səhər tezdən bütün bağlanı və qonşu kəndlərin cəmaatı bəndə tərəf axışmağa başladı. Hava da gözəl idi. Təbiət də cəmaatın bayram əhval-ruhiyyəsini rövnəqləndirmişdi. Günortaya qalmış Şirvanşah onun məiyyəti göründü. Kəndlilər Xaqanı alqışladılar. Şirvanşah, onun müşayiətçiləri atdan düşüb bəndin üstünə gəldilər. Xaqani ilə Vəhidəddin də onların arasında idi. Şirvanşahın işarəsi ilə bənddən bir qədər aralı dayanmış, əllərində bel olan 16 cavan irəli çıxıb 4 istiqamətə yönəldilmiş arxların qabağına asdılar. Kürün suyu köpüklənə-köpüklənə arxlarla axdı. Kəndlilər şadlıq etməyə, hayküy salmağa başladılar. Şirvanşah, vəzirlər, əmir sipəhsalar, Xaqani və Xaqanın digər müşayiətçiləri ovuclarına arxlardan su götürüb üzlərinə çırpdılar. Kəndlilər arxlara doluşdular. Onlardan kimisi yuyunur, kimisi isə qonşusunu sulayır, şadlanırdı. Xaqani irəli çıxdı. Bağlanı bəndinin açılması münasibəti ilə kəndliləri təbrik etdi və Mənüsöhrə həsr etdiyi mədhiyyəsini oxudu. O mədhiyyəsini belə bitirdi. Qoy su, torpaq şahımıza olsun möhkəm bir dayaq, nə qədər ki bu dünyada olacaqdı su, torpaq. Xaqanidən sonra mədhiyyə oxumaq üçün Fəxrisaray irəli çıxdı. Onun yeknəsək, mənasız mədhiyyələrini çox eşitmiş Şirvanşah onu dinləmək istəmirdi. Ancaq bu qədər məxluqun qarşısında saray şairini pərt etməyi rəva görmədi. Fəxrisaray çox uzun oxudu. Qulaq asan isə yox idi. Əvvəl pıçıltı, bir qədər keçəndən sonra isə uğultu qopdu. Buna baxmayaraq Fəxrisaray oxumaqda davam edir, heç kimə əhəmiyyət vermirdi. Xaqaninin ona yazığı gəldi.
Şirvanşah Xaqaninin çərənləməkdə davam edən şairə yazığı gəldiyini görüb gülümsündü və dedi: "Görürəm həmkarının əvəzinə narahatsan, ona acıyırsan. Ancaq nahaq. O ki öz-özünə acımır, kütbeyindir." Xaqani cavab vermədi. Məliküşgüyara ilə yanaşı dayanmış Şahqulu qoca şairə pıçıldadı: "Bu Füzul oğlu Füzul görmür ki, ona qulaq asan yoxdur." Fəxri Sarayın düşdüyü vəziyyət Şahqulunu qorxutdu. O məthiyyə oxumaqdan imtina etdi. Fəxri Sarayın məthiyyəsinin oxunub qurtarmasını gözləməyə məcbur olmuş Şirvanşah o şeirini bitirən kimi atına tərəf getdi. Şahın məiyyəti də onun ardınca yollandı. Dağılışmağa başlamış camaat yol boyu Fəxri Sarayın oxuduğu məthiyyə barəsində danışıb gülüşürdü. Şirvanşahın elə həmin gün Şamaxıya yola düşmək əmri verməsi Xaqanini sevindirdi. Oğlu Rəşidi, qızı Səriyyəni yadına salanda gözləri yaşarır, Xurşudunu düşündükcə qəlbi çırpınırdı. Xaqani valideynlərini də görməyə, anasının boynunu qucaqlamağa can atırdı. Anasının həmişə kədərli baxışları, ağarmış saçları Xaqaninin təlatümə gəlmiş ürəyini yerindən oynadırdı. Bağlanı kəndindən Şamaxıya uzanan yollardan, cığırlardan, aşırımlardan keçən Şirvanşah tələsmir, təbiətin qoynunda olmaq istəyir, qarşısına çıxan hər çeşmənin qarşısında dayanıb dincəlirdi. O Xaqanini özündən bir addım da uzağa buraxmır, onun söhbətlərini dinləmək istəyir, hərdən bir şeir oxumağı da xahiş edirdi. Xaqanini qardaşından təcrid etmək, onu öz yanına almağa çalışan İsmətəddin müvəffəqiyyətsizliyə uğrayıb atını Şirvanşahın atı ilə yanaşı sürməyə, bu yolla Xaqaniyə yaxınlaşmağa məcbur oldu. Şirvanşah bəndin açılmasından düz bir həftə sonra Şamaxıya yetişdi. O atının başını birbaş Gülüstan qalasına çevirdi. Şirvanşahın razılığı ilə Xaqani və Vəhidəddin dəstədən ayrılıb evə tələsdilər. Əli Nəccar oğlunun gəlişindən xəbərsiz idi. O axşamçağı evə qaydanda evinin pirə döndüyünü gördü. Şamaxının adlı sanlı alimləri, şairləri, sənətkarları, tacirləri, ruhaniləri şairin görüşünə gəlirdi. Ev darısqallıq etdiyindən Əli Nəccar həyətdə xüsusi yer düzəltdi. Şair ilə görüşə gələnlərin hamısı ona əl verir, bağrına basır, əlini öpməyə cəhd edənlər də olurdu. Lakin Xaqani buna yol vermirdi. Qaş qaralanda həyət artıq adamla dolmuşdu. Onların hamısının gözləri Xaqanidə idi. Şairin müdrik kəlamlarını eşitməyə müntəzir baxırdı. Xaqani bunu hiss edirdi, ancaq nə danışacağını bilmirdi. O bu qədər adamın onun görüşünə gələcəyini də fikirləşməmişdi. Şeir, qəzəl də oxumaq istəmirdi, yeri deyildi. Babasının dostunun sualı Xaqanini çətinlikdən qurtardı. Onun dilini açdı. Qoca soruşdu: "Oğlum, atalar deyib ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Şirvandan ötürü darıxırdınmı?" Qoca öz sualı ilə sanki şairin vətən həsrətindən ürəyində əmələ gəlmiş yaraya duz basdı. O dedi: "Vətənə qurban olum. Vətən canımdır, gözlərimin işığıdır, xörəyimin duzudur, dilimin sözüdür, dizimin taqəti, qollarımın qüvvətidir. Vətən Tanrının cənnətidir." Şairin görüşünə gəlmiş, Vəhidəddinin yaxın dostu, incitildiyinə görə Şirvandan baş götürüb getmiş, bu şər ölkəsinə bir də qayıtmayacağına söz vermiş, lakin vətən həsrətinə dözməyib qayıtmağa məcbur olmuş orta yaşlı, saqqalına dən düşmüş bir kişi dilləndi. "Şair, çox düz buyurursan. Vətən baldan şirindir. Bizim diyarımız şər diyarı Şərvandır. Başını götürüb bu şər diyarından qaçırsan, ancaq dözmürsən, qayıdırsan. Şər də olsa vətəndir, deyirsən. Vətənin pisi yaxşısı yoxdur. Vətən vətəndir. Şirvanı eyib tutma ki, əvvəli şərlə başlanır. Sən iki hərflə nə üçün bu ölkəyə eyib tutursan? Bəşər sözünün də axırı şərdir. Günəş dairəsinin nə günahı var ki, şərq sözünün əvvəli şərdir? Hərçənd ki, Bədəxşan sözünün əvvəli bədi ilə başlanır. Lakin əslində o ən qiymətli gövhər deməkdir. Təbriz sözünün əvvəli təb, yəni qızdırmadısa, o səhhət və sağlamlıq gətirən şəhərdir. Xaqani sustu. Heç kimdən səs çıxmadı. Şair qət etdi ki, cəmaat onun yenə danışmasını gözləyir. O bir qədər fikirləşəndən sonra özünün Şirvan yeri hər cəhətdən ülviyyətin anasıdır misralı şeirini oxudu. Xaqanidən sonra da danışanlar oldu. Xaqaninin doğulduğu evin həyətində vətən barəsində uzun, xoşa gələn, dinləyicilərin hamısının böyük məmnuniyyətlə dinlədiyi söhbət getdi. Bu söhbət gecədən xeyli keçənə qədər davam etdi. Sui-qəsd. Xaqaninin uzun səfərindən sonra qayıdıb gəlməsi, Şirvanşahın ona əvvəllərdə olduğu kimi xüsusi ehtiram göstərməsi Fəxri Sarayla Şahqulunun yuxusunu ərşə çəkdi.
Bəndin açılışında mətiyyəsini oxuyanda cəmaatın hayküyünə əhəmiyyət verməyib, qoy onlar nə eləyirlər eləsinlər, mən şahdan ötürü oxuyuram, deyib füzulluq etdikdə Şirvanşahın da onu dinləməyib, Xaqani ilə söhbət etməsi onu quduz itə döndərmişdi. Şirvanşahın onu tamamilə gözdən saldığını görən Fəxri Saray Şahqulu ilə məsləhətləşir, Xaqaniyə qarşı tədbir tökürdü. Fəxri Saray Şahqulu ilə birlikdə baş vəzirin yanına gəldi. Onlar baş vəziri vəzirlə söhbət edən gördülər. İrəlidə olan Fəxri Saray qapıdan geri qayıtmaq istədi. Ancaq baş vəzirin səsini eşidib dayandı. Gəlmisən, içəri gir. Qapının kəndarında niyə durmusan? Fəxri Saray, onun ardınca Şahqulu içəri girdilər. Aydın hiss olunurdu ki, baş vəzir onların gəlişindən məmnundu. O, vəzirlə söhbətini tez qurtarmağa çalışdı. Yaxşı, ağa Axrasi, danışdıq. Mən səninlə şərikəm. Xaqana deyərəm, dedi. Vəzir yenə nəsə demək istədi, ancaq Fəxri Sarayla Şahquluya baxıb fikrindən daşındı. Narazı halda kirpiklərini tez-tez qırpa-qırpa yerindən qalxdı və baş vəzirin otağını tərk etdi. Otağa sükut çökdü. Baş vəzir şairlərin gəlişinin səbəbini onlar içəri girən kimi duydu. Əslində onları gözləyirdi. Buyurun, ağa şairlər, dedi. Fəxri Saray Şahquluya baxdı, sallaq bığlarını sığalladı. Kötüyə oxşar əlinin şəhadət barmağını qulağına salıb qaşımaq istədi. Barmağı qulağına keçmədi. O, əlini qaytarıb dizinin üstünə qoydu. Gözlərini döydü. Baş vəzir özünü acıqlı göstərib, buraya dinməmək oyunu oynamağa gəlmisinizsə, səhvə yol vermisiniz. Mənim buna nə vaxtım, nə də həvəsim var. Sözünüz varsa deyin. Yoxdursa? Fəxri Saray bilirdi ki, baş vəzir himəbətdir. Ancaq hər ehtimala qarşı ona cavab verməyə tələsdi. Böyük xoca, Şahqulu da, mən də işimiz dolaşan kimi səni deyib gəlirik, dedi. Baş vəzir ona sözünü sona kimi deməyə imkan vermədi. Bilirəm, yaxşı gününüzdə yadınıza düşmürəm. Şahqulu Kütbeyin dostunun işləri çorladığını görüb dedi. Elə niyə, böyük xoca, biz həmişə sənə kiçiklik eləmişik, bundan sonra da edəcəyik. Sözünün kəsilməsindən narazı qalmış Fəxri Saray Şahquluya əyri-əyri baxdı və sözünə davam etdi. Mən demək istədim ki, işimiz bərkə düşəndə həmişə bizə əl uzatmısan. İndi də səni deyib gəlmişik. Baş vəzir özünü təəccüblü göstərməyə çalışaraq, nə olub axı? Soruşdu. Hələlik heç nə. Ancaq nə qədər ki, o vücud Şirvanşahın qılığına girib, çox şey baş verə bilər. Baş vəzir söhbətin onun istədiyi istiqamətə yönəlməsindən sevindi. Fəxri sarayın Xaqaniyə işarə etdiyini aldı. Ancaq yenə özünü bilməməzliyə vurdu. Kimdir o vücud ki, ondan sizə sədəmə dəyə bilər? Yenə söhbətə Şahqulu da qoşuldu. Bir bizə yox, böyük xoca. Elə sənə də, Ustad Əbdülaya da. Baş vəzir süyünü heyrətlə. Sən nə danışırsan? Sarayda kimdir elə adam? Fəxri Saray yenə dilxor oldu. Böyük xoca, özünü bilməməzliyə vurma. Yaxşı bilirsən ki, söhbət Xaqanidən gedir. 3 il əvvəl onun barəsində yığışmışdıq. Elə bir yığıncığa indi də ehtiyac var. Baş vəzir özünü əsəbi göstərdi. O söhbət qurtardı. Onda bir-birimizi yaxşı tanıdıq. Xaqaninin mənimlə nə işi ola bilər? Gedin öz işinizi özünüz görün. Məni qatmayın. Keçən dəfə sizi heç bir təhlükə gözləmədiyi halda az qalmışdı məni də güdazə verəsiz. Yox, sizə arxa çevirmək olmaz. Baş vəzirin naz eləməsi Fəxri Saraya da, Şahquluya da aydın idi. Ona görə də Fəxri Saray qətiyyətlə. Böyük xoca, bizə yol göstər. Lap ölüm də olsa sən kölgədə olacaqsan. Məlik Üşüəranı da çağırtdır, baş-başa verib məsləhətləşək. Onu saraydan rədd eləməsək, hamımıza çox pis olacaq. Çox pis. Baş vəzir dinmədi. Əlini əlinə vurdu. Xidmətçi gəldi. Qoca şairi çağırmağı tapşırdı. Əbdüllah gəlinə qədər heç biri danışmadı. Məlik Üşüəra baş vəziri Fəxri Saray və Şahqulu ilə görüb duruxdu. Onu nəyə görə çağırmasını başa düşdü. Daxilində təlatüm başlandı. Çoxdan bəri Xaqanini görmədiyindən Məlik Üşüəranın şagirdi ilə olan incikliyini vaxt yuyub aparmışdı. Əbdüllah Gəncəvi qayıdıb getmək istədi. Ancaq getmədi. Baş vəzirin bunu başqa cür qiymətləndirə biləcəyindən ehtiyat etdi. O, böyük xoca ilə aranı vurmaq istəmirdi. Qoca şair salam-kalamdan sonra göstərilən yerdə oturdu. Amma Xaqaniyə qarşı sui-qəsdə iştirak etməməyi qərarı aldı. Fəxri Saray fısıldaya-fısıldaya sözə başladı. Ustad, sən bizim ağsaqqalımızsan, baş bilənimizsən. Həmişə bizə atalıq eləmsən. İndi başının üstünü qara buludlar aldığı bir vaxtda sənin harayına yetmək borcumuzdur. Fəxri Saray danışığına ara verib Əbdülaya baxdı. Sözlərinin təsirini yoxlamaq istədi. Baş vəzirlə Şahqulu da nəzərlərini qoca şairə çevirdilər.
Məliküşşüəra isə heç kimə əhəmiyyət vermədən başını aşağı dikib oturmuşdu. Ustad, bilmirəm bənd üstündə fikir verdiyin yoxsa yox. Xaqan Xaqanidən savayı heç kimə əhəmiyyət vermirdi. Biz cəhənnəm, o heç səni də sayasa almırdı. Belə çıxır ki, varsa da Xaqanidir, yoxsa da. Fəxri Sarayın sözləri qoca şairin Şirvanşahlar Sarayının Məliküşşüərasının heysiyyətinə toxundu. Ancaq o yenə də keçirdiyi hissləri biruzə vermədi. Fəxri Saray davam etdi. Ustad, uzun sözün qısası, Xaqaninin qayıtması bizim hamımızdan ötürü təhlükəlidir. Biz öz aramızda məsləhətləşəndən sonra səni də çağırdıq. Fəxri Sarayın sözləri özünü bitərəf, ancaq şairlərin havadarı kimi göstərməyə çalışan baş vəziri haldan çıxardı. Fəxri Saray onu da Məliküşşüəraya sui-qəsdin bilavasitə iştirakçısı kimi təqdim etməsi ona toxundu. Bura bax, Fəxri, heç kimə mənim adımdan danışmağa ixtiyar verməmişəm. Təhlükə sənin, şairlərin başı üstündədir. Məqsədim sizə, xüsusən möhtərəm şairimiz Əbülülaya qəhmər çıxmaqdır. Baş vəzirin sözləri təsirsiz qalmadı. Qoca şair başını qaldırdı. Mənalı-mənalı xocaya baxdı. Ancaq yenə bir söz demədi. Fəxri Saray haldan çıxdı. Canım, buraya iş görməyə yığışmışıq, boş-boşuna çənə döyməyə yox. Möhtərəm xoca, acığın gəlməsin. Gəlin işi bir-birimizin boynuna atmayaq. Sən də bizim qədər maraqlı olmasan, heç barmağını da tərpətməzsən. Madam ki bir yerə yığışmışıq, demək hamımızın məqsədi birdir. İndi gəlin tədbir tökək. Fəxri Sarayın sözləri öz təsirini göstərdi. Baş vəzir narazı qaldısa da dinmədi. O daxilən Fəxri Sarayla razı idi. Yenə hamı sustu. Şahqulu dedi. İzin verin birinci mən öz fikrimi deyim. Qoca şair yerindən qalxdı və mən sənəti, şeiriyyəti qadınlarına qurban verənlərin məclisində iştirak etmək, Xaqani kimi ilhamlı şairə quyu qazanlarla bir yerdə olmaq istəmirəm, deyib qapıya tərəf getdi. Fəxri Saray onun arxasınca qışqırdı. İstəmirsən istəmə. Ancaq onu bil ki, o birinci sənin başını yeyəcək. Məliküşşüəralığını əlindən alacaq. Qoca şair qapıya çata-çatda ayaq saxladı. Ancaq üzünü onları çevirmədi. Şahqulu onun ən yaralı yerinə toxunduqlarını, tərəddüd etdiyini görüb gülümsündü. Keçi saqqalına bənzər saqqalını sağ əlində çəngələdi və dedi. Vallah, ay ustad, deyib ürəyinə xal salmaq istəmirdim. Fəxri oxu atıb yayını gizlətdi. Bir neçə gün əvvəl Xaqaninin Xaqanla söhbətini öz qulaqlarımla eşitdim. Şahqulu sustu. O hiləgərcəsinə gülümsünməkdə davam edib baş vəzirə baxdı. Fəxri Saraya göz vurdu. Sallaqbıq şair dilləndi. Şahqulu, axı söz vermişdin ki, ustada deyib onun qanını qaratmayacaqsan. Niyə dedin? Şahqulu hələ də arxası onlara dayanmış Məliküşşüəraya. Bağışda, ay ustad, madam ki başlamışam, gərək hamısını deyəm. Sən onun ustadısan, müəllimisən, ancaq o bunu başa düşmək istəmir. Şirvanşah ona deyəndə ki, Əbdüllah qocalıb, Məliküşşüəra sən olmalısan, o yox demədi. Şirvanşaha minnətdarlıq elədi. Qoca şair döndü və qışqırdı. Yalan deyirsən, hiylə dağarcığı. Şahqulu özünü incik göstərdi. Ustad, yalan deyənin dili qurusun, dedi. Daha yazıq görkəm alıb davam etdi. Bu da mənim haqqı sayım. Qoca şair bircə dəfə baş vəzirin üzünə baxsaydı, Şahqulunun sözlərində bir kəlmə də həqiqət olmadığını bir anda başa düşərdi. O baş aşağı dayanmışdı. Bu vəziyyətdə də öz yerinə qayıtdı. Baş vəzir də özünü yığışdırdı. Əbdüllah öz-özünə pıçıldadı. Nəmək bəy haram. Bir dəfə şübhələndim, sənə qarşı çıxmaq istədim. Sonra 3 il əziyyət çəkdim. Səni saraya gətirdim, mərtəbəyə yetirdim. Bu da sənin minnətdarlığındır. Şahqulu Fəxri Saraya və baş vəzirə baxıb gülümsündü və bayaq mən tədbir barəsində danışırdım, dedi. Yenə bic-biz gülümsündü və davam etdi. Əvvəlcə Şirvanşahın ürəyinə şübhə xal salmalıyıq. Bunu eləyə bilsək, sonrakı işlər asandır. Şairə hansı ləkəni vurmaq istəsək, hansı rəngi yaxmağa səy göstərsək tutacaq. Elə ki, Xaqanın ürəyinə xal saldıq, İsmətəddin məsələsini birinin üstünə 5 qoyub ona çatdırmalıyıq. Deməliyik ki, Xarrat oğlu Şirvanşahlar ailəsinin namusuna qəsd eləyir. Fəxri Saray sözə qarışdı. Elə əsas məsələ də ürəyə şübhə salmaqdır. Necə salmaq? Əsas məsələ budur. Baş vəzirə və qoca şairə müraciət etdi. Onlar dinmədilər. Sanki öz aralarında hər şeyi iki hərzə şairin ixtiyarına buraxmağı qərarlaşdırmışdılar. Bu Şahqulunun nəzərlərindən qaçmadı. Siz niyə ağzınıza su almısınız? Axı dünya görmüş ağıllı adamlarsınız. Tədbir tökün. Fəxri Saray Şahqulunun sözünü ağzında qoydu. Dayan görək. Onlara əziyyət verməsən də olar. Özüm tapmışam. Fəxri Sarayın küt beyni ilə fərli bir söz deməyəcəyinə əmin olan Şahqulu, nəyi tapmısan?
deyə soruşdu. Fəxri Saray sallaq bığlarına tumar verdi. Özündən razı halda dedi. Onu satqınlıqda ittiham eləmək lazımdır. Necə? Deyə Şahqulu soruşdu. Fəxri Saray Şahqulunun üzünə baxmadan baş vəzirə müraciətlə dedi. Böyük xoca, Şahqulu soruşur ki, necə? Necəsi yoxdur ki, 3 il diyar-bədiyar gəzib, şahların, sultanların, xəlifənin məclislərində olub, Şirvanşahın qulağına pıçıldamaq gərək ki, o Şirvanın sirlərini verib. Nə bilim, lap Şirvanı satıb. Şahqulu özünü saxlaya bilmədi. Yox, ay kişi, lap ağ elədin, bundan bir şey çıxmaz. O kimdir ki, Şirvanı satsın? Bu yerdə baş vəzir söhbətə müdaxilə etmək vaxtının çatdığını qət etdi. Şahqulu, nahaq yerə Fəxrinin çox yaxşı düşünülmüş tədbirini qəribliyə salırsan. Onun sözlərində həqiqət var, ancaq biraz başqa cür demək lazımdır. Şahqulu səbirsizliklə, necə? Deyə soruşdu. Baş vəzir dinməz oturmuş Məliküşşüərəyə nəzər saldı və dedi, lap 6 aylıqsan, ay Şahqulu, səbrini bas. Yadındadırmı, o səfər barəsində danışanda xəlifənin ona dəbirlik təklif eləməsini, Sultan Sarayının da onu saxlamaq istəməsini də dedi. Bax, bundan istifadə eləməlisiniz. Yenə Şahqulu danışdı. Böyük xoca, rica eləyirəm tapmaca deməyəsən, açıq de ki, başa düşək. Sənin sözlərin mənə çatmayanda Fəxriyə heç satmaz. Ayrı vaxt olsaydı, Fəxri Saray Şahqulunun aşına çoxdan su qatmışdı. Ancaq bu dəfə tərs-tərs baxmaqla kifayətlənməyə məcbur oldu. Baş vəzir dedi. Burada başa düşülməsi çətin olan nə var ki? Şirvanşaha çatdırmaq gərəkdir ki, Xaqani müvəqqəti qayıdıb. Onun fikri arvad uşağını yığışdırıb xəlvəti qaçmaqdır. Şahqulu hara? Soruşdu. Nə fərqi var ki, hara? Yaxşı, hamının sözü bir olmaq üçün Sultan Sarayına demək gərəkdir. Şahqulu yenə sual verdi. Bizim hamımız macal düşdükcə bunu Şirvanşaha deməliyik. Baş vəzir başını buladı və yox, təkcə sən, deyəcəksən ki, bunu Fəxri Saray da bilir, dedi. Saray xəfiyyəliyində böyük təcrübəsi olan Fəxri Saray baş vəzirlə razı olmadı. Yox, elə olmaz. Onda Şirvanşah məndən də şübhələnər. Qaş qayran yerdə göz çıxararıq. Onda Şirvanşah mənə deyər ki, bilirdim, bəs niyə demirdin? Yaxşısı budur ki, ikimiz bir yerdə ona deyək. Razılaşıb dağılışdılar. Əbdüllah Gəncəvi axıra kimi sakit oturdu. Bir kəlmə də danışmadı. Şirvanşahla görüşdən sonra Xaqaninin kefi pozuldu. Mənüçöhr həmişəki adətinin əksinə bu dəfə nəinki gülər üzlə qarşılamadı. Heç onun tərəfə baxmadı da. Gözdən saldığı, Məliküşşüəralıqdan çıxarmaq istədiyi Əbülülaya, üzünə belə baxmaq istəmədiyi Fəxri Saraya isə xüsusi ehtiram göstərirdi. Şair Şirvanşahın ona məhəl qoymadığını görüb, nümayişkaranə surətdə salonu tərk etdi. O öz otağına gəldi. Oturub fikrə daldı. Xaqani Fəxri Sarayla Şahqulunun ona paxıllıq etdiklərindən xəbərdar idi. Bu da ondan ötürü həqiqət idi ki, paxıl adam hər cür alçaq işə qadirdi. Ancaq o hələlik ona qarşı addım atılmadığını zənn edib, onların paxıllığına əhəmiyyət vermirdi. Bu gün isə ona hər şey aydın oldu. Şübhəsiz ki, onlar deyicilik eləyib, Şirvanşahın fikrini azdırıblar. Bəs Əbülula? O ki mənə kələk gəlməz. Mən həmişə ona hörmət eləmişəm. Yenə də eləyəcəyəm. Onlar qoca şairi də tovlaya biliblər. Şirvanşahın Məliküşşüəraya xüsusi ehtiram göstərməsi göstərir ki, o da bu kütbeyinlərin tərəfinə keçib. Niyə? Xaqani çox götür-qoy etdikdən sonra Əbdülanın Şirvanşahın yanından çıxmasını gözləməyi, onunla söhbətləşməyi qət etdi. Xaqani qoca şairin Şirvanşahın yanından tez çıxmayacağını bilirdi. O ziyafət salonunu tərk edərkən hələ camaat nahara oturmamışdı. Şair azı 2 saat gözləyəcəyini qət edib, otağının döşəməsinə sərilmiş xalçanın üstündəki döşəkdə uzandı. Fikri yatmaq idi. Ancaq nə qədər çalışdısa, çimir ala bilmədi. Qapı döyüldü. Gələn İsmətəddinin xidmətçisi idi. Onu xanımının yanına çağırırdı. Xaqani yerindən qalxdı. Üst-başını sahmana saldı və İsmətəddinin yanına gəldi. O şah qızının otağına girəndə uzun eyvanın baş tərəfində iri sütunların birinin arxasından bir kölgənin keçməsini aydın gördü. Xaqani İsmətəddini çox həyəcanlı gördü. Şair içəri girən kimi onu danlamağa başladı. Xaqan görünür öz Xaqanisini çox ərköyün eləyib. Elə zənn eləmə ki, sarayda bildiyini edə bilərsən. Bu gün sarayda şahdan sonra ikinci o adam olan şəxs sabah dar ağacında yellənə bilər. Fikir verdim, Mənçöhr səni saya almadı. Görünür səbəbi var. Bunun müqabilində şahın hüzurundan nümayişkaranə çıxmağa heç kimin, hətta Şirvan şahlığının vəliəhdinin də ixtiyarı yoxdur. Bunun üstündə Mənçöhr səni bərk tənbih eləyə bilərdi. Ancaq o sənin dalınca tərs-tərs baxmaqla kifayətləndi. Sən gedəndə Fəxri Sarayın, Şahqulunun, baş vəzirin üzlərindəki, gözlərindəki sevinci görüb çoxları heyrətləndi. Heyif ki, bunu şah görmədi. O əsəbi idi, həm də başı aşağı. Yəqin ki, sözlərimin məğzini aldın, mənim şairim.
İsmətəddin hələ də ayaq üstə dayanmış şairi çəkib oturtdu. Özü də əyləşdi və ona sığındı. Xaqani pıçıltı ilə. Demək səhv eləməmişəm. Bu iş o içi beyni boş, vücudları ərkimişin işidir. Şahın ağlını oğurlayıblar. Bəs baş vəzirə nə düşüb? İsmətəddin şairin saqqalını, dən düşmüş saçlarını sığallaya-sığallaya pıçıldadı. Mənim əzizim, baş vəzir hamıdan çox məmnun idi. Sən çıxan kimi o şaha baxdı. Görünür Şirvanşahın səni tənbih edəcəyini gözləyirdi. Şahın susması onu məyus elədi. Bu onun üzündən aydın görünürdü. Bu məyusluq bədəni ərpimişlərin dediklərinə də təsir etdi. Xaqaninin get-gedə əsəbləşdiyini görən İsmətəddin gülümsündü. Onun gözlərinin süzülməsi şairi sakitləşdirdi. Şah qızı Xaqaninin əhvalının bir an içində dəyişməsinin şahidi oldu. O yenə pıçıldadı. Bunları sənə ona görə demirəm ki, hirslənəsən. Hirslənməyin nə xeyri? Ona görə dedim ki, ayıq olasan. 2 nəfər bədəni ərpimişi çıxsaq, İsmətəddin son sözlərini xüsusi əda ilə dedi. Onlar xırda adamlardır. 2 böyük düşmənin var. Onların arxasında Şirvanşah dayanır. Sən isə təksən. Doğrudur, ölsəm də sənin arxandan çəkilmərəm. Ancaq şahla müqayisədə mən zəif arxayam. Sən çalışmalısan ki, onları arxasız qoyasan. Buna nail də ola bilərdin. Onların Şirvanşaha nə deyicilik eləmələrini bilmirəm. Ancaq mənə belə gəldi ki, Şirvanşah hələ tərəddüd içindədir. Sənin bugünkü birinci səhv hərəkətin onların mövqelərini daha da möhkəmləndirdi. Lakin demək olmaz ki, heç bir ümid yeri qalmayıb. Qalıb. Bu sənin özündən, özünü necə aparmağından asılıdır. Xaqani İsmətəddini dinləyir, eyni zamanda Əbdüla ilə söhbətini nədən başlayacağı barəsində fikirləşirdi. Şair onları yenə də güddüklərini də İsmətəddinə deməyi unutmamışdı. Onun nəsihətinin qurtarmasını gözləyirdi. Nəhayət İsmətəddin sustu. Xaqani nəsihət üçün minnətdarlığını bildirdi və dedi. Yaxşı sözlər dedin, ancaq onlar mənim xasiyyətimlə tutmaz. Mən heç kimə, şaha da yaranan deyiləm. Bilirəm ki, müdrik adamlar təmkinli olurlar. Təmkinlilər isə özlərinə ehtiraslarını, hisslərini deyil, həmişə ağıllarını rəhbər tuturlar. Nə edim ki, mən müdrik olmağı bacarmıram. İsmətəddin Xaqaninin sözünü kəsmək istədi, ancaq şairin kükrədiyini görüb cürət etmədi. Belə çıxır ki, şah mənə verdiyi bir tikə çörəyi başıma qaxır. Ancaq o bilmir ki, mən onun başına qoyduğum tərif tacını geri istəmirəm. Çörək yeyilib gedən şeydir. Mənim ona verdiyim inci sözlər isə əbədidir. Xaqani birdən söhbəti dəyişdi. Bilirsənmi, bizi yenə güdməyə başlayıblar. Sənin yanına gələndə öz gözlərimlə gördüm. İsmətəddin 3 il əvvəl olduğu kimi Xaqaninin sözlərini laqeydliklə qəbul etmədi, həyəcanlandı. Yəqin gördün, səhv etmirsən ki, soruşdu. Xaqani qətiyyətlə. Dedim ki, özüm gördüm, dedi. İsmətəddin fikirli. Onlar məni də sənin əlindən almaq üçün tələ qururlar. Şirvanşahla münasibətini bərpa eləməlisən. Səni saraydan qovana qədər yəqin ki, məni də ev dustağı eləyəcəklər. Xaqani acı-acı gülümsündü. Yox, elə deyil. Hədəf mənəm. Aramızda olanları sübuta yetirsələr Şirvanşah dərimi soyar. İsmətəddin yarı zarafat, yarı istehza ilə bunun üçün bizi bir yerdə tutmaq gərəkdir. Bu isə mümkün olan iş deyil. Yalnız şübhələnə bilərlər. Sənin mənim otağıma gəlib getməyin sübut deyil. Oturub sadəcə söhbət eləyirik. Vəssalam. Qardaşım mənə bunu qadağan eləməyib. Xaqani dinmədi. İsmətəddin ona sığındı. Saçlarını sığalladı. Onlar xeyli dinməz oturdular. Nəhayət Xaqani, durum gedim, dedi və qalxdı. İsmətəddinə baxıb gülümsündü və çıxdı. O, Əbdüla ilə görüşmək istəməsini İsmətəddinə deməmişdi. Şair öyrəndi ki, nahar çoxdan qurtarıb. Qoca şair isə şəhərə gedib. Xaqani Məliküşşüara ilə sabah, yaxud o biri gün görüşməyi qət edib Şamaxıya qayıtdı. Ertəsi gün Xaqani saraya tələsdi. Lakin o, nə həmin gün, nə də ondan sonraki 3 gün müddətində Məliküşşüaranı görə bilmədi. Qoca şairin ondan qaçması aydın hiss olunurdu. Başı Əbdülanı axtarmaqla qarışmış şair ilk günlər sarayın başqa adamlarının da ondan qaçmasının fərqinə varmadı. Lakin o, bir dəbir, sarayın rəsmi adamı kimi bəzi xidmətçilərə müraciət etdikdə, onların həvəssiz cavab verməsindən, cavab verən kimi ondan uzaqlaşmasından, onunla danışarkən qorxa-qorxa sağa-sola baxmalarından başa düşdü ki, təkcə Məliküşşüara deyil, hamı ondan qaçır. İsmətəddindən başqa hamı. Hər gün, bəzən gündə neçə dəfə şairi yanına çağıran Şirvanşah onu bir dəfə də yad etmirdi. Şair bərk istirab keçirir, əzab çəkir, nə etmək lazım gəldiyini müəyyənləşdirə bilmir, yalnız İsmətəddinin yanında olanda təskinlik tapırdı. Şair İsmətəddinin də yanına tez-tez getməyə ehtiyat edir, yalnız gündüzlər onun otağına girir, ona göz qoyanları şübhələndirməmək üçün qapını arxadan bağlamağa qoymurdu.
Sarayı bütünlüklə özünə qarşı görən Xaqani 3 həftə ora ayaq basmadı. Sonra da getmək fikrində deyildi. Ancaq o İsmətəddinin çağırışından imtina etmədi. Sarayda qalmış yeganə dostunun sözünü yerə salmadı. İsmətəddin onu çox həyəcanlı qarşıladı. Sən nə edirsən? Şahla qoz-qoz oynayırsan? Şirvanşah sənin əlindən zəncir çeynəyir. Saray camaatına əhəmiyyət vermə, işində ol. Axı sən dəbirsən, divan üzvüsən. Xaqani cavab vermədi. Öz otağına getdi. O daha heç kimdən Əbdüla ilə də görüş axtarmırdı. Lakin təsadüfən sarayın dəhlizində qoca şairlə rastlaşdı. Məliküşşüəra dayandı. Xaqaninin salamını aldı. Xaqani ötüb getmək istədi. Ancaq birdən onun qəlbində Əbdüla ilə danışmaq arzusu yenidən baş qaldırdı. O dedi: "Ustad, əgər mənimlə danışmağa çəkinmirsənsə, səninlə söhbət etmək istərdim." "Mən səndən niyə çəkinməliyəm ki?" "Bilmirəm. Sarayda hamı məndən qaçır. Mənimlə danışmağa ehtiyat edir. Ardımca neçə adam gəzir. Lap addımlarımı sayırlar. Dedim bəlkə yenə məndən qaçırsan." Məliküşşüəranın qaşları çatıldı. "Yenə niyə?" soruşdu. "Ona görə ki, neçə vaxtdır səni görmək istəyirəm. Ancaq mümkün olmur. Qaçırsan məndən. Qabaqlar səni gündə 10 dəfə görmək istəsəydim, 10 dəfə görə bilərdim." Əbdüla acı-acı gülümsündü. "Dilinin altına biraz şəkər qoy. Səni acı dilin uçuruma sürüyür." "Ustad, hələ ki bu vaxta qədər nəinki sən, heç kim mənim dilimdən acı söz eşitməyib. Buna baxmayaraq mən artıq uçurumun kənarındayam." Məliküşşüəra dəhlizdə söhbət etməklə Xaqanini güdənlərin nəzərlərindən uzaq olmaqdan ötürü şairi öz otağına dəvət etdi. Xaqani Əbdülanın göstərdiyi yerdə oturdu. Qoca şair tərəddüd içində idi. Onda şagirdinə qarşı gah məhəbbət, gah da küdurət hissi baş qaldırırdı. Nəhayət sonuncu hiss üstün gəldi. "Səni saraya mən gətirdim. Sənə böyüklük elədim. Həyat yoluna çıxardım. Müqabilində minnətdarlığım bu oldu ki, məni sıxışdırıb Məliküşşüəra olmaq istəyəsən?" Xaqani diksindi. "Yalandır," deyə bağırmaq istədi. Ancaq qoca şairin danışmaqda olduğunu görüb dinmədi. Əbdüla davam etdi. "Qocalmışam. Onsuz da bu yer sənin idi. Şirvanşahı mənə qarşı qaldırmaq nəyə gərəkdir?" Məliküşşüəra səsinə mülayimlik verməyə çalışaraq: "Həyat mürəkkəbdir, oğul. Ondan baş çıxarmağı bacarmaq gərəkdir." Xaqani qoca şairin susmasından istifadə etdi. Ancaq daxilində baş qaldırmış təlatümü cilovlaya bilmədi. "Həyat dedin, ustad. Həyat bal kimi olsa da, o da insanların bəzisi kimi ikiyüzlüdür. Bir üzü ağ gündüz, o biri üzü qara gecə. Həyatda işlərini hisslərinlə deyil, ağılla görsən, o sənə ikiyüzlülük etməz. Ağıl insan zəmisinin məhsuludur, ustad. Hər zəmi istənilən məhsulu vermir. Bunun üçün zəmiyə yaxşı qulluq olunmalıdır." "Bəs hilə?" "Hilə oğurluqdur. Hiləgər isə oğru. Hiləgərin oğurluğu mal-pul oğurluğundan çox pisdir. Hiləgər insanın mənəviyyatını oğurlayır." Xaqani bir anlığa susdu. Ustadı diqqətlə, çoxdan görməyibmiş kimi diqqətlə süzəndən sonra davam etdi. "Sən məni saraya gətirməyini, üzə çıxarmağını dedin. Bu həqiqətdir. Bunun müqabilində yalnız minnətdarlıq və hörmət görmüsən. Qalan sözlərin həqiqətdən uzaqdır. Mən heç vaxt Məliküşşüəra olmaq fikrinə düşməmişəm." Xaqani danışığına ara verdi. Əbdüla dilləndi. "Nə oldu? Niyə sustun? Ürəyini boşaldıb qurtar görək." Xaqani səsindəki sərtliyi heçə endirməyə çalışıb dedi. "Mən olanları dedim. Deyirlər doğru söz acı olur. Məncə acı da olsa, həqiqəti söyləmək yaxşı sifətdir, kişi sifətidir. Bir də mən kimdən pislik gözləsəm də səndən gözləmirəm. O kütbeyin vücudları əprimiş bədxahlardan nə desən gözləmək olar. Pislərdən yaxşılıq ummaram. Amma yaxşıdan ummağa haqqım var. Səni nəzərdə tuturam, ustad." Xaqani öz danışığında dəfələrlə ustad sözünü işlətdi. Bu qoca şairin nəzərindən qaçmadı. Cavan şairin son sözləri isə onu yumşatdı. "Təqsir özündədir. Özünü hamıya qarşı, bir yerdə oturub durduğun adamlara qarşı qoyursan." Xaqani yenə əsəbləşdi. "Mən özümü heç kimə qarşı qoymuram. Baxmayaraq ki, it milçəyi ilə tərlan bir yuvaya sığınıb. Sən məni onlarla bir tutursan? Bu selin samanla çınqıla fərq qoymamasına bənzəyir. Onlar nacisdirlər. Ona nə qədər yaxşı söz desən də, nadan nacins olaraq qalır. Pis adam əqrəb kimi kör, ilan kimi lalkar olar." Söylədi və bir beyt şeir dedi. "Özgənin əli ilə adam olanlar, dost qədri bilməzlər, nadan olarlar. İtə nə rəng vursan da itdir, aslandan qalan sümükləri yeyər hər zaman." Əbdüla nəsə demək istədi, ağzını doldurdu. Ancaq Xaqani buna imkan vermədi. Cəld çıxıb birbaş Şamaxıya evə gəldi. Şair bir daha saraya qayıtmamaq, imkan düşən kimi ailəsini götürüb Şamaxıdan qaçmaq fikrində idi. Ancaq o bu fikrindən tezliklə daşınmalı oldu. İndi o 3 uşaq atası idi.
Rəşid və Səriyyədən başqa bir qızı da dünyaya gəlmişdi, Ruqiyyə. Həm də o sevimli arvadını, son zamanlar tez-tez naxoşlayan Xurşudunu, artıq qocalmış anasını, qocaldıqca onsuz da tünd olan məcazı daha da tündləşən atasını hara apara bilərdi? Bəs onları qoyub getmək, buna haqqı mı vardı? Şair bu suala mənfi münasibət bəsləyirdi. Saraydan baş götürüb qaçdıqdan, Şamaxıya gəldiyindən bir neçə gün sonra Xaqani qızğın başla qəbul etdiyi qərar üzərində fikirləşdi və belə qət etdi ki, saraya bir daha qayıtmaq istəməməsi düz deyil. O saraya qayıtmağı lazım bildi. Nə eləmək olar ki, Şirvanşahı mənə qarşı qaldırıblar. Bu az dərddir, kiçik bəladır. Vay onda ki, Xaqanın beyninə daha pis fikirlər yeridələr. Məmləkətin rifahı ilə bağlı fikirlər. Onda necə olar? Yox, qayıtmalıyam. Saray məmləkətin beynidir. Mən orada olmalıyam. Şirvanın rifahı naminə olmalıyam. Xaqani belə bir qərar qəbul etməsinə baxmayaraq, saraya getməyi 2 gündə təxirə saldı. O saraydan heç kimin, hətta İsmətəddinin də onun ardınca adam göndərməməsinə təəccüb edir, gözləyirdi. Xaqani saraydan çıxdığından düz bir həftə sonra atına minib Gülüstan qalasına yollandı. Sarayda eşitdikləri onu heyrətə gətirdi. Şirvanşah Xaqaninin yenicə saraya gətirdiyi gənc şair Fələki Şirvanini həbs etdirmişdi. Xaqani ilk növbədə İsmətəddinlə görüşüb sarayda baş verənləri öyrənmək, Fələkinin nə səbəbə həbs olunmasını bilmək istədi. Lakin onunla görüşə bilmədi. İsmətəddin xəstə idi. Xaqani baş vəzirlə görüşmək barəsində fikirləşdi. Lakin tezliklə bu fikrindən daşındı. Şair, bəlkə elə fəsadın mayası baş vəzirin özüdür, deyə xəyallaşdı və birbaş Şirvanşahın özü ilə görüşməyi qət etdi. Ancaq necə? Axı Şirvanşah onu görmək belə istəmir. Buna baxmayaraq Xaqani fikrindən dönmədi və həmin gün onunla görüşdü. Şair Şirvanşahın yanına icazə almadan gəldi. Xaqan Xaqanini görüb qaşlarını çatdı. Yanında oturmuş baş vəzirlə əmir sipəhsalara baxdı. Baş vəzirdən başqa hamının baxışlarında mülayimlik var idi. Baş vəzir isə ona bir düşmən kimi baxırdı. İlk sözü də o dedi. Əlahəzrətin yanına xəbərsiz gəlirsən. Xaqani ona baxmadan Şirvanşaha təzim etdi və baş vəzirə 10 gün əvvələ kimi mən Əlahəzrətlə mütərcim vasitəsilə danışmırdım. İndi də buna ehtiyac görmürəm, dedi və şaha müraciətlə davam etdi. Böyük Xaqan, xəbərsiz gəldiyimə görə əfv elə. Ayrı yol tapa bilmədim. Səninlə mütləq görüşməli idim. Yenə baş vəzir dilləndi. Əlahəzrət səninlə danışmaq istəmir. O öz məmləkətini qoyub başqa yerlərə qaçmağa hazırlaşan vətən xaini ilə qarşılaşmaq istəmir. Şirvanşah baş vəzirin onun əvəzinə cavab verməsindən narazı qaldı. Ancaq dinmədi. Xaqaninin cavabını gözləməyi qət etdi. Xaqani nifrət dolu nəzərlərini baş vəzirə çevirib dedi. Şirvan camaatı səni yaxşı tanıyıbmış. Səni tanımayan bircə mənəmmiş. Baş vəzir səsini qaldırdı. Rəiyyətin çərənləməsi nə vaxtdan bəri saray üçün əsas olub? Şirvanşah maraqlandı. Nə deyir camaat? Camaat deyir ki, Şirvanın bir vəziri var ki, onun zülmü Yezid mülkünü də viran eləyər. O nanəcib qatırlar içərisində başı sərt, dırnaqları isə yumşaq rəzildir. Şirvanşah soruşdu. Sən də bu fikirdəsən? Xaqani gözlərini baş vəzirdən Şirvanşaha çevirdi. Mən sözümün əvvəlində qeyd etdim ki, camaat düz deyir. İndi bir daha baş vəzir öz rəzilliyini sübuta yetirdi. Şair bir anlığa sustu. Lakin baş vəzirin də, Şirvanşahın da ağızlarını doldurduğunu görüb, sözünü deyib qurtarmağa tələsdi. Mənə gün kimi aydındır ki, cavan Fələki Şirvanini də bu rəzil şeytanlayıb. Şirvanşah yerindən sıçradı və cəllad, deyə bağırdı. Başdan ayağa qırmızı geyinmiş ucaboylu, enli kürəkli cəllad içəri girdi. O Şirvanşahın şəhadət barmağını Xaqaniyə tərəf tuşladığını görüb heyrət içində dayandı. Məğrur görkəmini itirməmiş Xaqaninin heç rəngi də dəyişməmişdi. Hamının gözləri şairə tuşlanmışdı. Bu gözlərin bəzisində kədər, bəzisində heyrət, baş vəzirin gözlərində isə sevinç görünürdü. Xaqani cəlladın da gözlərində kədər gördü. Şirvanşah baş aşağı dayandığından onun gözləri görünmürdü. Xaqani yaranmış sükutdan istifadə etdi. Şahım, bədniyyətdə adamların fitnələrinə inanma, dedi və tələsmədən şeir dedi. Bədniyyətdə adamların yaxşılığı olar bəd. Yalanlarla fəxr etməyi onlar etmişdi adət. Bədənləri qum tək ağır, başlarında yel oynar. Paxıllıqdan qızdırmaya, titrəməyə düşərlər. Açar ilə qıfıl kimi erkək dişidir onlar. Onlar neftdir, aşağıda qalar mənim tək gülab. Üzdə əgər balıq kimi lal olsa da hər biri, lakin dalda zəhər tökür ilan kimi dişindən. Şair sustu, Şirvanşaha baxdı. O başını ağır-ağır qaldırdı.
Sanki şairin şeirinin təsirini yoxlamaq istəyirmiş kimi hamını nəzərdən keçirdi və birdən cəllada qışqırdı. Nə durmusan? Apar onu at zindana. Cəllad şairə yaxınlaşdı. Onunla başqaları ilə etdiyi rəftarı eləmədi. Onu itələmədi, qabağına qatmadı. Yazıq-yazıq Xaqaniyə baxdı. Xaqani hamını bir də nəzərdən keçirdi. Gözləri baş vəzirin baxışları ilə rastlaşanda gülümsündü. Baş vəzir özünü itirdi. Şairin təbəssümü onun canına üşütmə saldı. O qeyri-ixtiyari titrədi. Şair getdi. Ağır sükut çökdü. Şirvanşah tərpənmədiyindən hamı sakit oturmuş, heç kimin cınqırı da çıxmırdı. Şirvanşah birdən qalxdı. Hamı durdu. Əlinin işarəsi ilə cəmaatı mürəxxəs etdi. Hamı qapıya yönəldi. Əmir sipəhsalar Hüsamüddövlə çıxışa doğru addımlayıb şahla bərabərləşəndə ayaq saxladı və yavaşdan yalnız şahın eşidə biləcəyi pıçıltı ilə dedi. Sənin fərmanların həmişə ədalətli olub. Bu dəfə şairlə çox ağır rəftar etmədinmi, Əla Həzrət? Şirvanşah dinmədi. Hələ də onun yanında dayanmış baş vəzir başını buladı. Həbsdə. Cəllad Xaqanini həbsxanaya göndərməzdən qabaq onu sarayın zirzəmisinə, dustaqlar saxlanılan yerə gətirdi. Bura palçıq döşəməsinə qamış həsir sərilmiş, qaranlıq qapısından başqa hava görən yeri olmayan, iki adamın yerləşə bilməyəcəyi nəm zirzəmi idi. Xaqani sarayda həbs olunanların həbsxanaya göndərilənə kimi zirzəmidə saxlanılmalarından xəbərdar idi. Ancaq o bu üfunətli yeri görməmişdi. Xaqani içəri girəndən sonra cəllad qapını arxadan bağladı. Ən zülmət gecənin qaranlığı çökdü zirzəmiyə. Xaqani qapını döydü. Hələ də qapı arxasında olan cəllad qapını açdı. Xaqani, mümkündürsə biraz gözlə. Qoy qapıdan düşən işıqda burada nə olduğunu, harda oturmaq, hara söykənmək mümkün olmasını görüm, dedi. Cəllad dinmədi. Sağa sola boylandı. Aydın görünürdü ki, onunla danışmağa qorxur. O Xaqaninin güclə eşidə biləcəyi pıçıltı ilə dedi. Dustaq zirzəmisində nə ola bilər ki? Bir həsir, bir də Məmməd Nəsir. Divarlara söykənmə, yaşdı. Lap ortada uzan. Axşamdan keçmiş sənə bir həsir altına üstünə salmağa keçə gətirəcəm. Şirvanşahın çağırışı ilə içəri girəndə cəlladın gözlərində qorxu qarışıq rəhm görəndə şairə qəribə gəlmiş, onun nəzərlərini baş vəzirin nəzərləri ilə müqayisə etmişdi. İndi də cəlladın onunla belə yumşaq, qayğıkeşliklə danışması Xaqaniyə qəribə göründü. Cəllad və qayğıkeşlik ona bir-iki sual vermək istədi. Ancaq cəlladın ehtiyatla boylanmasını görüb sualını sonraya saxlamaq lazım bildi və dedi. Adını da bilmirəm. Səni hamı cəllad çağırır. Mən adınla çağırmaq istəyirəm. Adım Həmzədir. Həmzə, səndən bir rica eləyə bilərəmmi? Cəllad zirzəmiyə düşdüyü pillələri qalxdı. Ətrafı gözdən keçirib qayıtdı və şair, sən məndən bir deyil, 100 rica da eləyə bilərsən. Ancaq indi yox, xatası çıxar. Gecə gələcəm. Nə sözün varsa onda deyərsən. Xaqani başını tərpətdi. Cəlladı bir də gözdən keçirdi. Bu çox iri adamın, saqqallı, iri bığlı, heybətli görünən, ancaq gözlərinin dərinliyinə diqqətlə baxanda orada qorxu, hiddət qarışıq, mehribanlıq, nəvaziş görmək olardı. Həmzə şairə gülümsünüb qapını örtdü. Arxadan bağladı. Onun pillələri qalxan ayaq səsləri tezliklə eşidilməz oldu. Şair ayaq səslərinin uzaqlaşmasının ona qüssə gətirdiyini hiss etdi. Qəribədir. Şairə cəlladın uzaqlaşması kədər gətirdi. Xaqani oturdu. O heç bir şey görmürdü. Bir qədərdən sonra gözləri qaranlığa alışdı. Həsiri seçdi. Divarlar, tavan görünmürdü. Onlar da zirzəminin özü kimi qara rəngdə idi. Xaqani həsirin üstündə uzandı. Ancaq tez qalxdı. Həsirdən bədəninə rütubət keçirdi. Xaqani dərviş xirqəsinə oxşayan üst geyimini çıxarıb bir neçə qat bükərək altına qoydu. Ancaq birazdan üşüdü. Qızınmaq üçün durub gəzinmək istədi. 2 addım atmamış divara dəydi. Xoşbəxtlikdən zərbə bərk olmadı. O ayaq üstə durub atlanıb düşməklə qızınmaq istədi. Lakin bunu da eləyə bilmədi. Zirzəminin tavanı çox alçaq idi. Xaqani oturdu. Demək sətəlcəm, sonra isə o dünyalıq olmaq üçün burada bir gecə qalmaq kifayət eləyər. Yaxşı ki, cəllad gecə həsir keçə gətirəcək. Gətirəcəkmi? Fikirləşdi. Qəribədir, cəlladdan imdad gözləyirəm. O cəlladdan ki, yüzlərlə günahkarı və günahsız adamı həyatdan məhrum eləyir. Şairin xəyalı saraya uçdu. Şirvanşahla baş vəzir Şahqulu ilə Fəxri saray gözləri önündə canlandı. Bunların hansı cəlladdır? Şirvanşahın fərmanı ilə günahkar hesab edilən adamın boynunu vuran, kəndirə keçirən adam, yoxsa min cür fitnə fəsad düzəldib günahsız adamı cəlladın baltasının altına sürükləyənlər?
Cəllad pis yol olsa da, bu yolla cəlladlıq etməklə uşaqlarına bir parça çörəyin pulunu qazanır. O bu çörəyi başqa işdə görüb qazana bilərdi. Ancaq nə fərqi var ki, Həmzə olmasaydı başqası olacaqdı. Sarayın cəlladı da olmalıdır. Bəs baş vəzir? Üzdə ağıl dəryası, müdrik görünən, həqiqətən də ağıllı, ancaq hiyləgər olan bu adamın cəlladdan fərqi nədir? Ona heç kim cəllad demir. Halbuki o əsl cəlladdan da cəlladdır. Günahsızların zərər görəcəyindən qorxduğu adamların cəlladıdır. Bəs Şirvanşah? O da cəllada yaxın adamdır. Baş vəzirdən bir fərqi var ki, o ölümə göndərdiyi adamların çoxunun günahkar olmasına, ölümə layiq olmasına inanır. Bəs o bədənləri ərpimişlər, qarınları başlarında olan, adlarını şair qoyanlar, onlara nə ad verək? Cəlladmı? Yox, onlar heç cəlladlığı da bacarmazlar. Onlar həşəratdır, ilandır. Özü də xain ilan. İlan ilanlığı ilə ona dəyməyənləri, quyruğunu basmayanları vurmur. Xaqani dərin fikir-xəyal içində xeyli oturdu. Vaxtın necə keçməsini hiss etmədi. Pillələri düşən ayaq səsi, sonra isə zirzəminin qapısının açılması şairi xəyal dünyasından ayırdı. O durdu. Gələn Həmzə idi. Həmzə gətirdiyi həsiri zirzəmdəki həsirin üstünə sərdi. Üstünə isə keçə saldı. O 2 keçə gətirmişdi. Həmzə dedi: "Möhtərəm şair, keçənin ikincisini üstünə salmağa gətirmişəm. Səni sabah Şabrana aparacaqlar. Burada bir gecə qalacaqsan. Şabran həbsxanası hər halda bu yaş rütubətli zirzəmidən yaxşıdır." Xaqani ona minnətdarlığını bildirdi. Həmzə gətirdiyi çırağı da qoydu və "Bunu da sənə gətirmişəm," dedi və əlavə etdi. "Bayaq məndən nə barəsindəsə rica eləmək istəyirdin. Buyur, qulaq asıram." Xaqani üzünə çırağın zəif, titrə işığı düşmüş cəllada Həmzəyə baxdı və soruşdu. "Həmzə, ricamı deməmişdən qabaq səndən soruşmaq istəyirəm. Cavab verərsənmi?" Həmzə etiraz etmədi. Xaqani davam etdi. "Sualım sənə qəribə görünməsin, həm də qəlbinə dəyməsin." Həmzə dinmədi. Xaqani soruşdu. "Sən heç cəllada oxşamırsan. Sənin ürəyin cəllad ürəyi deyil. Sən hamıya mı belə mərhəmətlisən?" Həmzə şairin sözlərindən nəinki incidi, hətta gülümsündü də. Ancaq suala cavab verəndə ciddiləşdi və "Yox, hamıya mərhəmətli deyiləm," dedi və sustu. Şair onun daha danışmaq istəmədiyini görüb öz ricasını demək istədi. Ancaq o ağzını açmamış Həmzə danışmağını davam etdirdi. "Möhtərəm şair, mən 6 ildir ki, Şirvanşahların cəlladlarından biriyəm. Saraydan kənarda da cəlladlar var. Ancaq mən məhz saraya düşməyə çalışmışam, arzuma nail olmuşam," dedi və sustu. Xaqani fikirləşdi. Demək, bu da mənim kimi saray həsrətində olmuşdur. Mənim nə üçün saraya can atmağımın səbəbi məlumdur. Bəs bu niyə? Cəllad sözünə davam etdi. "Əvvələn onu deyim ki, cəlladların da arasında mərhəmətli adamlar az deyil. Doğrudur, əsl baş kəsənlər ürəklərində bir zərrə rəhm olmayanları da var. Cəlladların bir qismi özləri istəmədən cəllad olub. Bəxtləri belə gətirib." Cəllad yenə sustu. Bayıra çıxdı. Boylandı və geri qayıtdı. "Mənim sarayda cəllad olmaq istəməyim sənə qəribə göründü. Mən zəif çıraq işığında belə bunu sənin üzündən gördüm. Səhv eləmirəm ki?" Xaqani başını buladı. Həmzə davam etdi. "Bu hamıya qəribə görünə bilər. Ancaq mən bir qəribəlik görmürəm. Mən Bərdəliyəm. Ailəm, 3 uşağım, anam vardı. Bir gün yağılar Bərdiyə soxuldular. Talan saldılar. Mənim də evimi qarətə başladılar. Başçıları özünü çox təşəxxüsdə aparan ağa idi. O mənim gözəl arvadımı da aparmaq istədi. Arvad uşağa toxunmasınlar deyə. Talan zamanı onlara müqavimət göstərmirdim. Arvadımı dartışdıranda dözmədim. Əlimə keçən baltanı ağanın başına endirdim. Onu o dünyalıq elədim. Talançılar qaçdılar. Mən onların yenə də qayıdacaqlarına əmin idim. Ona görə də uşaqları götürüb gizlənmək istəyirdim. Ancaq macal tapmadım. Üstümüzə çoxlu yağı töküldü. Anamı da, arvadımı da, uşaqlarımı da öldürdülər. Mən də başımdan aldığım qılınc zərbəsindən yerə sərilmişdim. Onlar məni də ölmüş bilib getdilər. Haçandan haçana özümə gəldim. Gecə idi. Anamın, arvadımın, yaxud uşaqlarımın da heç olmasa birinin sağ qala biləcəyini zənn edib onlara yaxınlaşdım. Hamısı ölmüşdü. Həyətdə qəbir qazıb hamısını bir yerdə bastırdım. Baş götürüb Bərdədən getdim. Ürəyimi intiqam hissi yandırırdı. Harda bir ağa, bir qoşun başçısı görürdüm, əllərim gicişirdi. Cəllad olmağı, padşah fərmanı ilə də olsa, onlardan 5-10-unun boynunu vurmaqla uşaqlarımın, anamın, arvadımın intiqamını almağı qət etdim.
Dedilər ki, rüşvət versən cəllad ola bilərsən. Gecəni gündüzə qatıb pul yığmaqdan ötürü işlədim. Yığdım, baş vəzirə verdim, arzuma yetdim. Həmzə sözünü bitirdi. Xeyli vaxt heç biri danışmadı. Nəhayət Həmzə dərindən ah çəkəndən sonra dedi. Mən gedim, görən olar. Onda vay halıma. O qalxdı. Qapıya çıxanda dedi. Möhtərəm şair, arxayın ol, ricana da can başdan əməl eləyərəm. Şəhərə gedənlərin birinə tapşır, bizim evə getsin, mənim məhbəsdə olmağım barədə xəbər versin. Ancaq elə adama tapşır ki, evdəkiləri qorxutmasın, ehmallı desin. Həmzə fikrə getdi və vallah elə bir adam bilmirəm, özüm gedərdim, onsuz da sabah şəhərə gedəcəm. Ancaq Həmzə susdu. Xaqani bunun səbəbini başa düşdü. Həmzə onların qapısında görünməyə ehtiyat edirdi. Həqiqətən də Həmzə bu barədə fikirləşirdi. Cəllad hara, şairin evi hara. O Xaqaninin evinə girəndə hamının nəzərini cəlb edəcəkdi. Bu isə onun saraydan qovulması ilə nəticələnə, bəlkə də daha pis ola bilər. Həmzə hələ saraydan getmək istəmirdi. O intiqamını alıb qurtarmamışdı. Xaqani bütün bunları başa düşə-düşə, niyə sustun, deyə soruşdu. Həmzə cavab verməyə çətinlik çəkdi. O, nə deyim vallah, bu iş məndən ötürü çox çətindir, dedi, sustu. Ancaq çox yox. O birdən-birə dəyişdi. Sevincək dedi. Yaxşı, eləyərəm. Necə də ağlıma gəlməyib. Uşaqların anasını göndərərəm. Fikirləşmə ki, arvad xeylağıdır, işləri korlayar. Bizim arvad saraydakı kişilərin çoxundan ağıllıdır. 3 ildir evlənmişik. Həmzə yenə sustu. Başını yerə dikib səsini alçatdı və dedi. Onun mənim sarayda nə iş görməyimdən xəbəri yoxdur. Bilsə Allah bilir neyniyər, nə tufan qoparar. Lap 2 uşağımı, 2 yaşlı oğlumla 6 aylıq qızımı da üstümə atıb gedər. Xaqani Həmzənin arvadının getməsinə razı oldu. Həmzə gedəndə dedi. Səni sabah aparmağa gələnlərə tapşırmışam. Onlar özləri həsirləri, keçələri aparacaqlar. Şabrana öz atınla gedəcəksən. Sonra qaytarıb evinizə gətirəcəklər. Xaqani atının evlərinə qaytarılmasına razı olmadı. Həmzə atı saxlamağı öz üzərinə götürdü. Şairlə xudafiz. Xaqaninin həbs olunmasının səhəri günü Fəxri Saray Şahqulu ilə birlikdə Sevincək Əbülülanın yanına gəldilər. Onlar qoca şairi bikef gördülər. Salam-kəlamdan sonra Fəxri Saray dedi. Gördün ki, lələşini, arxasını necə yerə vurdum? Şahqulu narazı halda, bilmirəm səndə nə adətdir ki, bir işi 10 adamda görsə, yenə öz adına çıxarsan. Əşi, axı bu işin mayasını mən qoydum. Şirvanşahın qulağına birinci pıçıldayan kim oldu, sən yoxsa mən? Qoca şairin onları dinləməyə nə vaxtı, nə də həvəsi var idi. Ona görə də səsini qaldırmalı oldu. Yaxşı, deyin görək nəyə gəlmisiniz? Yıxdınız onu, qurtardı, indi nə istəyirsiniz? Şahqulu ona xas olan həyasızlıqla hırıldadı. Uzun keçi saqqalını sığalladı və yox usta, hələ yıxıb qurtarmamışıq. Onun ev eşiyini külli çuf eləmək lazımdır, dedi. Məliküşşaranın gözləri alacalandı. O ağzını açmağa macal tapmamış, onunla üzbəüz dayanıb sallaq bığlarını eşən Fəxri Saray dedi. Bəs necə, düşməni axıra kimi əzmək gərəkdir. Gəlmişik sənin dalınca. İndicə gedəcək baş vəzirin yanına. Qoy adamlarını göndərib Xaqaninin evini alt-üst eləstirsin. Əbdüllah qışqırdı. Siz nə danışırsınız? Heç bir günahı olmaya dustaqxanaya saldırdınız, bu bəs deyil? Bu vaxta kimi Əbdüllanı da özlərinin həmdili hesab edən Fəxri Saray acıqlandı. Ustad, nə aldırdız, saldırdız salmısan? Nə əlini yuyub qırağa çəkilirsən? Belə çıxır ki, sənin bu işdə iştirakın olmayıb? Qoca şair qışqırdı. Səsini kəs, haramzada. Mənim nə iştirakım ola bilərdi? O səsini alçaldıb öz-özünə danışırmış kimi davam etdi. Görünür təqsirkaram ki, sizin fitnə fəsadınızın şahidi ola-ola Şirvanşahı ayıq salmamışam. Şahqulu dilləndi. Deyəsən peşman olmusan ustad, ancaq çox gecdir. Atalar yaxşı deyiblər ki, sonrakı peşmançılıq fayda verməz, dedi. Fəxri Saraya göz vurub davam etdi. İndi səninlə gedəcəyik baş vəzirin yanına. Fəxrinin dediklərinə əməl eləməliyik. Xaqaninin evini ələhvələk eləmək üçün silahlı dəstə göndərtməliyik. Əbdüllah yenə dinmədi. Fəxri Saray hırıldadı. Soruşa bilərsən ki, baş vəzir müsəlləh dəstəni Xaqaninin evinə nə adla göndərə bilər? Bax, bu lələşin buna da əncam çəkib. Demək lazımdır ki, Xaqani vətən xainidir. O, abxaslarla, sultanlarla, daha nə bilim kimlərlə yazışıb, namələri onun evindən axtarmaq gərəkdir. Qoca şair əsəbi halda, elə bilirsən ki, baş vəzir də sən ağıldadır, buna inanar, deyə soruşdu. Şahqulu bəkdən hırıldadı. Fəxri Saray da ona qoşuldu. Nə qəribə adamsanmış ay kişi, baş vəziri inandırmaq nə gərək? Biz ona bəhanə vermək istəyirik, vəssalam.
Fəxri Saray Şahquluya dur gedək, ustad həss verib, dedi və Əbülülaya baxdı. Qoca şair qışqırdı. Bəsdir, heç olmasa Allahdan qorxun. Fəxri Sarayla Şahqulu getdilər. Heç bir saat keçməmişdi ki, onlar baş vəzirlə görüşüb məqsədlərini bildirdilər. Baş vəzir nəinki etiraz etmədi. Xaqaninin evində axtarış aparmağı ona məsləhət görmələrinə görə ikisini də təriflədi. Baş vəzir onları tutarlı səbəb üçün də təriflədi. Hər ikisinə də hədiyyə verdi. Özünü olduqca pis hiss eləyən Əli Nəccar bu gün emalatxanasından lap tez, hələ günorta olmamış qayıtdı. Oğlunun həbsindən sonra xeyli qocalmış, beli əyilmiş Əli Nəccar yavaş-yavaş addımlayırdı. Saç saqqalı tamam ağarmış, gözləri çuxura düşmüş Nəccar o qədər dərin xəyala dalmışdı ki, evlərinin lap yanında olsa da, həyət darvazalarının qarşısında toplaşmış izdihamın qopardığı hayküyü eşitmirdi. O qeyri-ixtiyari başını qaldırıb izdihamı gördüsə də əhəmiyyət vermədi. İrəliləməkdə davam etdi. İzdiham Nəccar kişini görüb sakitləşdi. Aralanıb ona yol verdi. Əli Nəccar həyət darvazasına yetişəndə toplanmış izdihamın onun evinə dəxli olduğunu dərk etdi. Canına qorxu düşdü. Yanında dayanmış qocadan soruşdu. Hacı, bizdə nə hadisə baş verib ki, cəmaat belə yığışıb? Hacı dedi, qorxma, elə bir şey yoxdur. Padşah adamları sənin evində axtarış aparırlar. Əli Nəccar addımlarını sürətləndirib həyətə girdi. Eyvana qalxdı. Ev qapısını açdı. O evin ələk-vələk olduğunu görüb özünü saxlaya bilmədi. Əllərini belinə qoyub hər yeri eşən, əlinə keçəni döşəməyə atan, döşəyi belə yırtmaqdan çəkinməyən şah fərraşlarına göstəriş verən yüzbaşıya yaxınlaşdı. Titrək əlləri ilə onun yaxasından tutdu. Qapıdan bayıra sürükləyib eyvandan həyətə atdı. Bu o qədər sürətlə oldu ki, fərraşlar öz başçılarını müdafiə eləyə bilmədilər. Onlar başçıları eyvandan tullanandan sonra Əli Nəccarın üstünə düşdülər. Onu itələyib yıxdılar. Ayağa qalxmağa imkan verməyib təpiklədilər. Qoca Nəccarın təpiklər altında eşələndiyini görən Rəbiyə, Xurşud, uşaqlar qışqırışdılar. Bayırda dayanmış cəmaat həyətə doluşdu. Bu vaxt həyətdən yenə eyvana qalxmış yüzbaşı Əli Nəccarı təpikləyirdi. Qonşuluqda yaşayan Sərrac Qasımın cavan oğlu eyvana sıçradı. O çəlimsiz olmayan yüzbaşını həyətə tulladı. Əsgərlər Sərrac oğlunun üstünə düşmək istədilər. İzdiham hərəkətə gəldi. Onlar geri çəkildilər. Həyətin ortasında uzanıb zarıldayan yüzbaşlarını götürüb getdilər. Yaralı yüzbaşı qapıdan çıxanda Sərrac oğlunu cəmaatı hədələməyi unutmadı. O dedi, yaxşı, sizə göstərərəm, Sərrac Qasımın oğluna isə borc olsun. Hacı kişi cəmaata müraciət etdi. Ay cəmaat, dağılışın, gedin evinizə, indicə üstünüzə qoşun tökülər. Hamı evinə dağılışdı. Bir an içində həyət boşaldı. Dizlərini qucaqlayıb oturmuş Əli Nəccar həyətdə tək qaldı. Döşəmə rütubət, divarlardan su sızır. Xoşbəxtlikdən şairin qədir-qiymətini bilən bir hami tapıldı. O şairin altına, söykəndiyi divara həsir vurdurdu. Ona döşək, mütəkkə üstünə salmağa keçə göndərdi. O adam kim idi? Xaqani nə qədər çalışdısa da, dustaqxanadan azad olana kimi öyrənə bilmədi. O adam hər həftə şairə yemək göndərirdi. Hamisinin onun görüşünə gəlməməsi Xaqaniyə qəribə göründü. Şair bilmirdi ki, o adam heç vaxt həbsxanaya gəlmir, gələ bilmir. Şabranda adlı sanlı adamdır, padşah adamıdır. Onunla görüşməyə ehtiyat edir. Həbsxanaya şeyləri həftədə bir adamla göndərir. İlk günlər rütubətdən çox əziyyət çəkən, gecələri soyuqdan yata bilməyən şair, gözəgörünməz hamisinin sayəsində nisbətən rahatlanmışdı. Lakin həbsxana baxıcılarından quru, özündən razı, arıq, uzun, eşməbığlı biri Xaqaniyə göz verib işıq vermirdi. Onu hər vəçlə incitməyə çalışırdı. Şairin ayaqlarına zəncirli kündə də vurdurmağı unutmamışdı. Şair dar qəfəsdə də yeriməyə çətinlik çəkirdi. Kündənin dəmir halqaları onun ayaqlarını kəsir, zəncirlər qıçlarını yara eləyirdi. Xaqani zəncirlərə baxanda çox böyük istirab çəkirdi. O, həbsxanadan çıxandan sonra həbsdə olmasını yad edəndə deyirdi. Bəbəklərim canımı üzən zəncirləri görməsin deyə, zəncirləri ətəklərimin altında gizlədirdim. Xaqaninin gizli hamisi burada da onun imdadına yetişdi. Şairin ayaqlarını kündədən, zəncirdən qurtardı. Həbsxana xidmətçisi özündən böyüyün əmrinə əməl etməli oldu. Günlər, həftələr ötüşür, şair üçün acı yeknəsək keçirdi. O yazmaq, ürəyinin qubarını kağız üstə tökmək, bu yolla bir qədər yüngülləşmək istəyirdi. Ancaq dəfələrlə etdiyi xahiş nəticəsiz qaldı. Xaqani gizli hamisinə müraciət etməyi qərarlaşdırdı. Ancaq necə? Şair növbəti bağlamanı qəbul etməkdən boyun qaçırmağı, bağlamanı gətirəni görməyincə onu qəbul etməməyə qət etdi.
Belə də etdi. Doğrudur, o Cizlin hamisini görə bilmədi. Bağlama gətirən onun xahişini ağasına çatdırmağı boynuna götürdü və ertəsi gün qələm, mürəkkəb, kağız gətirdi. Xidmətçi onları qəbul etmədi. Ancaq bu dəfə də Cizli hami güclü çıxdı. Ertəsi gün yazı ləvazimatını həbsxana xidmətçisinin özü gətirməli oldu. Xaqaninin sevincinin hüdudu yox idi. O bütün günü bardaş qurub oturdu. Dizinin üstündə yazdı. Şair tez-tez bel ağrısından əziyyət çəkib ayağa qalxmalı, gəzinməli olurdu. Ağrı keçən kimi o yenə oturur, yazıya girişirdi. Şair yazı pozuya o qədər alüdə olurdu ki, bəzən yeməyi də unudurdu. Xaqaninin yeni yazdıqları şeirlər həbsxanadan şikayətlə dolu idi. Şair Şirvanın vəzirinə məktub yazdı. Baxma ki, sadə bir xarratın oğluyam. Nə olar ki, İbrahim Xəlil Peyğəmbər də, onun atası Azər də dülgər olmuşlar. Xaqani o həbsə alınan vaxt Gürcüstana gəlmiş Rum qeysərinə də məktub yazdı. Ondan azad olunması üçün Şirvanşaha dil yetirməyi xahiş etdi. Zəmanə mənim ziddimədir. Məni zəncirdə həbsxanada saxlayırlar. Bu zəmanə alçaqların, yalançıların xeyrinə hərəkət edir. Mən günahsızam. Məryəmin möcüzələrinə xurma ağacı zamin olan kimi, mənim də təbimin bakirliyinə əsərlərim şahiddir. Hər tərəfdən mənə tənə ilə hücum edirlər. Mən nə özləri köməksiz olan Abbasilərdən, nə də bir-birləri ilə düşmən olan Səlcuqlardan imdad diləyirəm. Sənə, Rum hökmdarı qüstətinə aparılan yazımın hər kəlməsi hünüt olar ki, ölülər çürüməsin, dirilərə sürmə olsun. Şair yazır, hey yazırdı. Günlər, aylar isə bir-birini əvəz edirdi. Təklik, kimsəsizlik, heç kimi görməmək, heç kimdən konuşmamaq da şairi sıxırdı. Xaqanidə yenə Cizli hamisi ilə görüşmək arzusu baş qaldırdı. Madam ki, o mənə hamilik edir, demək şeiri başa düşür. Onunla iki kəlmə danışmaq hər şeyə dəyər, fikirləşirdi. Ancaq hami gəlmədi. Payız ötdü, qış gəldi. Təbiət ağ yorğanının altına girib dərin yuxuya getdi. Xaqaninin hamisi soyuqlar düşən kimi şairə iki əlavə ağ keçə göndərdi. Biri altına, digəri üstünə. Xaqani bütün qışı həbsxanada keçirməli oldu. Üzü yaza dönəndə gözətçi bir səhər ona xas olmayan gülər üzlə gəldi. Qapını açıb Xaqanini salamladı və dedi: Şair, buyur çıx, səni yuxarıda gözləyirlər. Xaqaninin ona heyrətlə baxmasından nə demək istəməsini başa düşmüş gözətçi gülümsünüb dedi: Yəqin fikirləşirsən ki, bu quru əzazil gözətçi nə əcəb gülür. Görəsən gün hardan çıxıb ki, mənimlə belə mehriban danışır. Dünənə kimi sən şahımızın düşməni idin, mən də padşah adamıyam. Demək mənim də düşmənim idin. İndi fərman gəlib, səni dustaqdan buraxırlar. Demək daha padşahın da, mənim də düşmənim deyilsən. Sən də oldun padşah adamı, keçdin bizim sıramıza. Bundan sonra sən mənə pis sifət göstərsən də, mən sənə göstərmərəm. İxtiyarım yoxdur. Şair gördü ki, gözətçiyə qulaq asmaq istəsə, o çox çərənləyəcək. Ondan yaxa qurtarmaq üçün dedi: Fərman gəlib. Gəlib ki, səni buraxırlar da. Hanı fərman? Qalx yuxarı, orada səni gözləyirlər. Fərman da oradadır. Xaqani yığışdandı. İlk növbədə yazılarını götürdü. Zirzəmini tərk etdi. 6 pilləkən qalxıb həyətə, oradan 6 pillə qalxıb eyvana çıxdı və gördüyü birinci qapını itələdi. Qapı açıldı. Otaqda 2 nəfər var idi. Onlar ayağa durub Xaqaniyə əl verdilər. Kişilərdən biri yaşlı, yaşı 70-i keçmiş, sinəsinə düşən saqqalında, qalın bığlarında, uzun qaşlarında, ağ keçə papaq qoyduğu başında bir dənə də qara tükün olmamasına baxmayaraq, üzündə qırış yox idi. Yalnız güləndə onun nurani sifəti ilə həmahəng olan gözlərinin kənarlarında və enli alnında çox da dərin olmayan qırışlar əmələ gəlirdi. İkinci kişi nisbətən cavan idi. Yaşı 50-ni təzə keçmişdi. Ancaq o daha qoca görünürdü. Arıq sifətini saqqal örtmüşdüsə də, yanaqları boyu uzanan çapxa oxşar qırışlar aydın görünürdü. Saç saqqalı gümüşü rəngdə, baxışları isə qəmli idi. O Xaqaniyə əl verəndə gözləri güldü. Səni görməyimə çox şadam, şair. Gözəl, xoşbəxt bir təsadüf məni bu şərəfə yetirdi. Şabrana bu gün gəlmişəm. Səfərim uzaqadır. Əmim Mahmudun qonağıyam. Sənin burada olmağını da mənə o dedi. Dustaq sanmış. Xoşbəxtlikdən Allah Şirvanşahın ürəyinə rəhm salıb. Məbud, onun adı belə idi. Sözünü bitirəndən sonra Xaqaninin əlini bir də sıxdı. Mahmud kişinin də gözləri gülür, sifətindən nur tökülürdü. O əlində tutduğu şah fərmanını Xaqaniyə uzadıb dedi. Şirvanşah səni azad eləyir. Özünü də təcili Şamaxıya, saraya çağırır. Fərmandan belə çıxır ki, Əlahəzrət peşmançılıq keçirir. Xaqani fərmanı gözdən keçirdi və Mahmud kişiyə bağışla, mən sənin kim olmağını bilmək istərdim. Mahmud kişi gülümsündü. Mən şah xidmətçisiyəm, Şabranın şəhər rəisiyəm. Xaqaninin içi qaynadı.
Ürəyində Şirvanşaha qarşı təlatüm edən Çin küdurəti onun Şirvanşahın sadiq nökərinin üstünə tökmək istədi. Bir an içində şairdə əmələ gəlmiş dəyişikliyi kor da görə bilərdi. Xaqani gözlərini gizlətmirdi. Şəhər rəisi də, xüsusən Şirvanşahdan az çəkməmiş Məbud da bunun səbəbini tez başa düşdülər. Məbud dedi: "Özünü ələ al, şair. Mənim başım çox çəkib. Hamısı da dilimə görə. Kim olmasına əhəmiyyət verməyib sözümü birbaş üzünə dediyimə görə. Deyəsən sənin belə bir beytin də var idi ki, dil insanın başına bəla gətirir. Susmaq isə onu qurtarır." Məbud susdu. Onu öskürək tutdu. Dəsmalını ağzına dirədi. Nəhayət sakitləşdi və davam etdi. "Bilirəm, sən də dilini saxlayan deyilsən. Belə çıxır ki, özün yazdığının əleyhinəsən?" Xaqani təmkinlə: "Mən demirəm ki, danışma. Mənim sözlərimin mənası aydındır. O sözlər baş dolandıranlara aiddir." Nəhayət şair özünü ələ ala bildi və şəhər rəisinə müraciətlə dedi: "Mən ya bu gün, ya da sabah yola çıxacağam. Ancaq bir adam var ki, onu görməmişdən bu şəhəri tərk eləyə bilmərəm." "Buyur deyə çağırtdırım." Xaqani: "Bilirsənmi, mən onu tanımıram, üzünü görməmişəm. Mənə bircə o məlumdur ki..." Xaqani sözünün ardını demədi. Şəhər rəisi: "Niyə sustun şair, buyur," dedi. Şair söhbəti dəyişmək istəyib heç dedi. Şəhər rəisi gülümsünüb dedi: "Şair, demək istəyirsən ki, sənə bircə o məlumdur ki, o adam dustaqxanada səninlə əlaqə saxlayırdı. Demədin. Ehtiyat elədin ki, o adama şəhər rəisindən ziyan yetişə bilər, eləmi?" Xaqani başını tərpətdi və dedi: "Əlaqə saxlayıb demək düz olmaz. O adam olmasaydı, yəqin ki, mən indi sizinlə üzbəüz oturub söhbətləşmirdim. Soyuqdan, rütubətdən, aclıqdan çoxdan tələf olmuşdum. Hələ onu demirəm ki, ayaqlarımdan kündəni astırdı, yazı ləvazimatı göndərdi. Ancaq nə qədər çalışdımsa onu görüm, mümkün olmadı. O həmişə məndən qaçırdı. Görünür, o da Şirvanşahdan qorxub." Xaqani danışdıqca şəhər rəisi gülümsünürdü. Şairin sözləri Məbuda da təsirsiz qalmadı. "Dünya fani deyil, şair, yaxşı adamlar da var. Ancaq qorxuram onu tapa bilməyəsən." Xaqani razı olmadı. "Mən başqa cür fikirləşirəm. Ayaqlarımdan kündəni çıxartdırmağa qüdrəti olan adam adi sıravi adam olmamalıdır. Şəhərdə çəkisi olan adamlardan biri olmalıdır. Demək onu tapmaq olar." Məbud əmsinə baxdı. O isə gülümsünməkdə davam edirdi. Xaqaninin nəzəri daim onda idi. Məbud əmsini yaxşı tanıyırdı. Xaqani yaradıcılığının əsiri olmasını da bilirdi. O gülümsünüb dedi: "Bu sənin işindir." Şəhər rəisi dinmədi. Ancaq o gülümsünməkdə davam edirdi. Xaqani şəhər rəisinə heyrətlə baxır, ona söz demək istəyir, ancaq sarsıntı keçirən adam kimi danışa bilmirdi. Sanki nitqi batmışdı. Nəhayət o: "Sənsən, əlbəttə sənsən. Şəhərdə daha ayrı kimin belə qüdrəti ola bilər?" dedi və yerindən qalxdı. Şairin ona tərəf gəldiyini görən şəhər rəisi də durdu. Xaqani əlini ona uzatdı. Şəhər rəisi isə qollarını açdı, şairi bağrına basdı və pıçıldadı: "Bağışla oğlum, səni intizarda qoydum. Görüşünə gələ bilmədim. Gələ bilməzdim." O Xaqanini qolları arasından buraxıb davam etdi. "Səbəbini məndən pis bilmirsən. Bayaqdan qardaş oğlum Məbud sənə sənin öz sözlərindən cavab verdi. İndi mən də sənin sözlərini deyirəm. Özünü təhlükədən uzaq etmək istəyirsənsə, Şirvanşahın ayaqlarından öpməlisən. Yaşamaq istəyirsənsə, mənsöhrü tərifləməlisən. Neynəmək? Onun ayaqlarına düşmürəm, tərifləmirəm, ancaq ehtiyat edirəm." Xaqani dinmədi. Şəhər rəisi oturdu. Şairi yanında oturtdu və davam etdi. "Şair, bilirəm, bu sözləri özün üçün deməmsən. Ancaq sarayda ayrı cür mümkün deyil." Xaqani dərindən ah çəkib dedi: "Sarayda özümü qanadı qırılmış quş kimi dəmir qəfəsdə hiss edirəm. Bir yandan da rəqiblər və bədxah saray xadimləri mənim çəkdiyim ahı belə narazılıq əlaməti kimi şaha çatdırıb necə olur olsun məni ləkələməyə çalışırlar." Şəhər rəisi Xaqaninin sözlərinə qüvvət verdi. "Saraylar həmişə belə olub. Mənsöhrün atası vaxtında da, elə mənsöhr taxta çıxandan sonra da bir neçə il sarayda olmuşam. Sarayda gördüklərim məni o qədər incitdi ki, axırı Şirvanşahdan məni başqa yerə işə göndərməyə xahiş etdim. O da məni Şabran şəhərinə rəis təyin etdi. Saray adamlarının sözlərindən baş çıxarmaq çətin işdir." Xaqani başını tərpətdi. "Düz buyurursan. Saray fitnə fəsad yuvasıdır. Heç kimin dediyi sözlə əməlini tutduğunu söyləmək olmaz," dedi və özü də hiss etmədən özünə tərif söylədi. "Haqsızlara qarşı fəryad etməkdən dilim tükə dönsə də, mən dünyada hər sözdən tük çəkən söz ustası olmuşam." Şair gülümsünərək davam etdi. "Deyəsən özümü təriflədim axı. Təvazödən kənara çıxdım." Şəhər rəisindən qabaq Məbud dilləndi. "Lazımsız təvazö insana ziyan gətirir. Sənin dediklərin həqiqətdir. Ləyaqətli şairsən.
Həqiqətən də söz ustasısan. Bunu heç kim, heç sənin bədxahların da inkar etmirlər. Xaqani acı-acı gülümsündü. Ləyaqətə kimdir baxan? Ləyaqətin olub, var dövlətin yoxdursa, bu ləyaqət mənasız ada bənzər, dedi. Məbud gülümsünüb dedi. Şair, səhv eləmirəmsə, bu fikri başqa cürdə demisən. Məbud şairin, əgər bizim zəmanəmizdə varın, dövlətin yoxdursa, ağıldan nə fayda? Ağıl kasıbının nəyinə gərəkdir, deyən misralarını əzbərdən dedi. Xaqani heyrətlə, sənin yaddaşın heyrətamizdir, dedi. Məbud gülümsünməkdə davam edib, lazımlı şeylərə yaddaşın pis deyil, dedi və sağ əlini alnına, sinəsinə vurub, heç bilirsən burada sənin nə qədər sözün, şeirin var, dedi. Məbud əmsini göstərib davam etdi. Mən o kişinin yanında yalanam, onunla mübahisəyə girişə bilmərəm, dedi. Xaqani şəhər rəisinə baxdı və çox dövlət də bir şey deyil, başa bəladır, dedi və 2 misra şeir oxudu. Dövlət bənzər al şəraba, az istinmi ruh verər. Çox düşərsə ağlı pozar, yaradar min fəlakət. Bu dəfə şəhər rəisi Xaqaninin 2 misrasını dedi. Kim dövlətlə, malla məğrur olarsa, atəş meydanında qarğı at çapar. Xaqani yenə şəhər rəisinə baxdı, başını tərpətdi və dedi. Bəli, yoxsulların, dünya malına əsir olmayanların mənəvi yüksəkliyini ancaq müqəddəs yazıların qaranlıq sirlərini başa düşənlər anlaya bilərlər. Məbud dilləndi. İnsan yer üzünə mal-dövlət üçün gəlmir. Xoşbəxtlikdən ötürü, səadətdən ötürü gəlir. Xaqani Məbuda tərəf dönüb, dedi. Elədir dostum, elədir. Ancaq bu mümkündürmü? Biz aləmdən səadət diləyirik, amma onun özündə o istədiyin yoxdur. Ay hilal vaxtında gündən-günə artıb gözəlləşdiyi halda 12 bürcün biri olan sərtən əksinə düşkünlüyə doğru gedir. Xaqani qalxdı. Şəhər rəisinə bir də dərin minnətdarlığını bildirdi. Onu elə indi yola salmağı xahiş etdi. Şəhər rəisi Xaqanini 1-2 gün qonaq saxlamaq istədi. Ancaq şair evə, uşaqlarını, arvadının valideynlərinin yanına tələsirdi. Şəhər rəisi də bunu başa düşdüyündən bərkimədi. Xaqani yola çıxanda şəhər rəisi, get, qarşına uğur çıxsın, Allah köməyin olsun, dedi. Xaqani onunla, Məbudla bir də görüşdü. Bir rübai dedi. Zənn etmə fələyin çərxi düzələr. Ömür dolandıqca artır dərdüsər. Fələyin başına demə kül olsun, bir ovuz külə də dəymez fələklər. Yenə sarayda. Şamaxıda qış sərt keçirdi. Qar dizə qalxır, şaxta iliyə işləyirdi. Əli Nəccar isə sağalmırdı. Gününü buxarının yanında salınmış döşəyin üstündə keçirirdi. Oğlundan sonra onda taqət qalmamışdı. Xoşbəxtlikdən əmsi ilə eyni vaxtda xəstələnmiş Vəhidəddin tez sağaldı. Əmsi evinin də qayğısına qala bildi. Xaqani həbs ediləndən sonra da Vəhidəddin sarayda qalmamışdı. Mənsur ona münasibətini nəinki dəyişməmişdi. Əksinə onu özünün ən yaxın məsləhətçisi etmişdi. Vəhidəddin yeri düşəndə Şirvanşaha Xaqani barəsində deməyə, onun barəsində ədalətsizlik edildiyini söyləməyə həmişə imkan axtarırdı. Lakin tərslikdən Şirvanşahın eyni açılmır, belə bir imkan yaranmırdı. Vəhidəddin bu işdə İsmətəddindən də istifadə etmək istəyirdi, ancaq onunla görüşə bilmirdi. Sarayını ən yaxşı şairlərdən məhrum etmiş, Xaqani və Fələkini həbsə saldırmış Mənüçöhrün qoca şair Əbdülaya da acığı tutdu. Onu da həbsə saldırdı. Baş vəzir Fəxri Saray və Şahqulu hər vasitə ilə Mənüçöhrün qəzəbini coşdurmağa çalışır, ilk vaxtlar buna müvəffəq olurdular. Lakin günlər keçdikcə Şirvanşah dəyişirdi. Qardaşının qılığına girib qoca şairlə Fələki Şirvani barəsində tez-tez söhbət salan, hərdən Xaqaninin də adını onların adı ilə yanaşı çəkən İsmətəddin çox iş görürdü. Qışın oğlan çağında, şaxtadan göydə buz donanda, Şirvanşah saray şairlərini, alimləri, bütün qələm sahiblərini öz yanına yığdı. Məqsədi şeir dinləmək, hikmətli sözlər eşitmək, vaxt keçirmək idi. Vəhidəddin də məclisə gəlmişdi. Şirvanşah birinci sözü saraya yenicə gətirilmiş cavan şairə verdi. Onun şeirləri Mənüçöhrün xoşuna gəldi. Onu təriflədi. İlk sözün Fəxri Sarayın təbirincə ağzından süd iyi gələn, şairliyin sirlərini hələ ondan öyrənməli olan şairə verilməsi onun xoşuna gəlmədi. Məliküşşüəra həbs ediləndən sonra heç kimin ondan xahiş etməməsinə baxmayaraq, o özünü Məliküşşüəra hesab edirdi. Demək ilk şeiri də o oxumalı idi. Bu bir yana qalsın, Şirvanşahın cavan şairin ünvanına dediyi tərif, onun od tutub alışan ürəyinin yanğısı üstünə səpilən duz kimi acışdırırdı. Fəxri Saray öz-özünə, yaxşı, səni də yollaram gedər gəlməzə, deyə pıçıldadı. Şirvanşaha yaxınlaşıb dedi.
Böyük Xaqan izin versəydi, onun şərəfinə yazdığım mətiyyəni oxuyardım. Xaqani, Fələki və Əbdüllah həbs ediləndən, qoca şair Tərsa ömrünü bağışlayandan sonra bir dəfə də olsun məclis-i şüəranı toplamamış Mənüçöhür etiraz etmədi. Hünərini göstər görək, dedi. Fəxri Saray sallaq bığlarına əl gəzdirdi, öskürdü. Şirvanşaha təzim edib oxumağa başladı. Şirvanşahın diqqəti onda idi. Lakin 5-6 misra dinləyəndən sonra üzünü yana çevirdi. Darıxmağa başladı. Aydın hiss olunurdu ki, Şirvanşah hövsələsini güclə basır. Fəxri Saray heç kimə, heç Şirvanşaha da baxmadan səsinin gür yerinə salmışdı. Nəhayət Şirvanşah dözmədi. Yaxşı, bəsdir çərənlədin, deyə qışqırdı. Fəxri Sarayın səsi xırp kəsildi. İri, dolu sifəti zəfəran rəngi aldı. Şirvanşah üzünü Şahquluya çevirdi və hansı şair deyib ki, pis şeir yazmaqdan yazmamaq yaxşıdır, deyə soruşdu. Əlbəttə, Şirvanşah da, Fəxri Saray da, Şahqulu da bu sözlərin Xaqaniyə məxsus olduğunu bilirdilər. Ancaq Şahqulu Xaqaninin adını çəkməyə ehtiyat etdi. Çiyinlərini çəkdi. Şirvanşah qeyri-ixtiyari Vəhidəddinə baxdı. Onların nəzərləri sataşdı. Mənüçöhür Vəhidəddinin baxışlarına tab gətirmədi. Gözlərini çəkdi və Şahquluya "İndi də sən öz hünərini göstər", dedi. Şahqulu Fəxri Sarayı heç vaxt şair hesab etməmişdi. Odur ki, onun bugünkü müvəffəqiyyətsizliyi onu qorxuzmadı. O elə hesab edirdi ki, Fəxri Saraydan çox yüksəkdə dayanır. Ondan artıq şairdir. Fəxri Saray da özünü Şahquludan artıq şair hesab edirdi və Şirvanşahın onun da sözünü kəsməsini səbirsizliklə gözləməyə başladı. Şahqulu mətiyyəsini oxumağa başladı. Heç 10-12 misra oxumamışdı ki, Şirvanşahın bağırtısı eşidildi. "Vəzir, sabahdan bunların birinin də ayağı sarayda olmasın", dedi və ayağa qalxdı. "İndi isə cəhənnəm olun", dedi. Hamı qapıya yönəldi. Şirvanşah baş vəziri, əmir sipəhsalar Hüsamüd Dövləni əylədi. Onlar yenə öz yerlərində oturdular. Baş vəzir narahat oldu. Şirvanşahın Fəxri Sarayla Şahqulunu qovması onda nigarançılıq yaratmışdı. Tərs kimi bugünkü məclisdə İzzətəddin Şirvani də yox idi. Cavan şairlə birlikdə onun da müvəffəqiyyətli çıxışı Şirvanşahın qəzəbinin qarşısını ala bilərdi. Ancaq baş vəziri narahat eləyən başlıca məsələ bu deyildi. O qış girəndən bəri Şirvanşahda əmələ gəlmiş dəyişiklikləri, Xaqaniyə, Əbdülaya, Fələki Şirvaniyə meylinin artmasını, onlara qarşı ədalətsizlik eləməsinə görə əzab çəkdiyini hiss edirdi. Cəmaləddin İbn Abdullah onları görmək istəməsə də, Məliküşşəranın və Fələkinin bağışlanmasına etiraz etmirdi. Onu qorxuzan Xaqaninin azad edilməsi idi. Onda belə bir yəqinlik əmələ gəlmişdi ki, Xaqani bağışlanacağı təqdirdə ondan intiqam almağa çalışacaq. Çox fikirli oturmuş Şirvanşah susurdu. Onun həndəvərindəkilər də dinməz oturmuş, Şirvanşahın sözə başlamasını gözləyirdilər. Nəhayət Xaqan başını qaldırdı. Bu gün ona baxanlara daha da göy, dəniz rəngli görünən gözlərini baş vəzirə çevirdi. Cəmaləddin İbn Abdullah bu gözlərdə təkcə dəniz rəngi deyil, dənizin coşqun, təlatümlü dalğalarını da gördü. Şirvanşahın sərt nəzərləri onu üşütdü. Mənüçöhür gözlərini baş vəzirdən çəkmədən əlini artıq şabalıtdan ziyadə gümüşü rəngdə olan saqqalına, bığlarına apardı, tumarladı. Hamını gözdən keçirib nəzərlərini yenə baş vəzirə çevirdi və dedi: "Xoca, sən mənə həmişə ağıllı məsləhətlər vermisən. Ancaq bir məsələdə məsləhətin deyəsən göydən düşmə olub." Şirvanşah baş vəzirin Xaqanini xoşlamadığını bilirdi. Onu da bilirdi ki, şairin həbsə alınması onun ürəyindən olub. Ancaq Mənüçöhür baş vəzirin Fəxri Sarayla və Şahqulu ilə birlikdə suiqəst hazırlamasından xəbərsiz idi. Mənüçöhür Xaqaninin həbs edilməsindən ötürü həddən artıq canfəşanlıq etmiş Fəxri Saraydan və Şahquludan şübhələnmişdi. Baş vəziri isə sadəcə olaraq düşünülməmiş məsləhət verməkdə təqsirkar sayırdı. Baş vəzir Şirvanşahın nə demək istədiyini əlbəttə başa düşdü, ancaq özünü bilməməzliyə vurdu və dedi: "İnsan övladının səhv eləməsi adi haldır, Əlahəzrət. Deyirlər ki, o adam səhv eləmir, vicdan nöqsansızdır ki, heç bir iş görmür. Harda iş varsa, orada səhv də labüddür." Baş vəzir, "Hansı məsləhətim düzgün olmayıb?" deyə soruşmaq istədi. Ancaq sözlərini uddu. Sorğusunun şahı şübhəyə sala biləcəyindən ehtiyat etdi. Şirvanşah nə vəzirə, nə də əmir sipəhsalara əhəmiyyət vermir, baş vəzirə baxmaqda, saqqalını və bığlarını sığallamaqda davam edirdi. "Xoca, heç soruşmadın ki, səhvin nədə olub?" Baş vəzir sakit.
Əlahəzrət lazım bilsəydi özü deyərdi. Madam ki demədi, demək ehtiyac duymadı. Sənin iradənə qarşı baş vəzir sözünün ardını demədi. Xaqan, səni çətinə saldım, deyəsən, dedi. Hüsamüddövlə tərəfə dönüb əlavə etdi. Onda bircə əmir sipəhsalar dedi ki, şahım, tələsmə, yaxşı fikirləşmək gərəkdir. Şirvanşahla baş vəzirin söhbətini dinləyən, lakin əhəmiyyət verməyən əmir sipəhsalar söhbətin nə barəsində getməsindən xəbəri yox idi. Şirvanşah onun adını çəkəndə diqqətini cəmləşdirdi. Ancaq yenə də söhbətin nədən getdiyini ala bilmədi. O Şirvanşaha baxdı. Xaqanın sualedici nəzərləri ilə rastlaşdı və "Mültəfit olmadım, böyük Xaqan", dedi. Şirvanşah, sən böyük Xaqan dedin, mən isə Xaqani barəsində danışıram, dedi. Əmir sipəhsalar ötəri dediyi sözləri çoxdan unutmuşdu və xəyalına da gətirmirdi ki, Şirvanşahın indi onları əyləməsindən məqsədi Xaqani barəsində danışmaqdır. Ona görə də Hüsamüddövlə Şirvanşaha yenə də bir söz deyə bilmədi. Mənsöhür əmir sipəhsaların hər şeyi unutduğunu görüb, yenə baş vəzirə döndü. Yəqin ki, sözümü aldın, hörmətli xoca, söhbət Xaqanidən gedir, dedi. Baş vəzir, mültəfit oldum, əlahəzrət. Ancaq Xaqani barəsində gərək ki, mənim sənə heç bir məsləhətim olmayıb, deyib sustu. O, Şirvanşahın şair barəsində fikrini dəyişməsinə tam əmin oldu. Baş vəzir yaxşı bilirdi ki, Şirvanşah bir məsələ barəsində rəyə gələndən sonra nə cür məsləhət verirsən ver, öz fikrindən dönən deyil. Ona görə də Cəmaləddin İbn Abdullah Şirvanşaha Xaqani barəsində artıq əskik söz deməməyi, bütün təqsirləri artıq taleyləri həll olunmuş fəxri sarayla Şahqulunun üstünə yıxmağı qərarı aldı və sözünə davam etdi. Məncə onda sənin əsas məsləhətçilərin fəxri sarayla Şahqulu olmuşdu. Səndə Xaqanini saraydan qovmaq, həbsə salmaq barəsində fikir hasil olandan sonra mənimlə məsləhətləşdin. Mən isə özüm bilən yaxşıdır, əlahəzrət, dedim. Baş vəzirin cavabı Şirvanşahı açmadı. O, əlini bayaqdan sığallamaqda olduğu saqqalından çəkdi. Vəzirlə əmir sipəhsaları nəzər salandan sonra yenə baş vəzirə, xoca, mən bu vaxta qədər elə zənn edirdim ki, sən bu işdə mənə yalnız məsləhətçi olmusan. Məni xəbərdar eləmədən Xaqaninin evini ələk-vələk etdirməni də sadəcə olaraq öz xidməti borcunu yerinə yetirməyin kimi qiymətləndirmişəm. İndi görürəm ki, səhvim var. Mən o ilhamsız şairlərin fitnəkarlığında ilhamçı olduğunu bilmirdim. Şirvanşah sözünü sona kimi demədi, açıb ağartmadı. Çünki o, baş vəzirinə hörmət edir, onu saraydan uzaqlaşdırmaq istəmirdi. Xaqana aydın idi ki, o sözünü sona kimi deməsə də, oturanların hamısına onun məqsədi aydın idi. Otağa sükut çökdü. Söhbətin nədən getməsini artıq müəyyən etmiş Hüsamüddövlə dilləndi. Böyük Xaqan, sən elə hesab edirsən ki, Xaqaninin həbsə alınması səhvdir? Soruşdu. Şirvanşah cavab vermədi. Hüsamüddövləyə baxmaqla kifayətləndi. Hüsamüddövləyə Şirvanşahın səhv etməsi, əlahəzrətin bunu açıq iqrar etmək istəməməsi aydın oldu. İndi mültəfit oldum, böyük Xaqan. Doğrudan da deyəsən onun təqsiri az idi. Onu dolaşdırıblar, səni səhv yola salıblar, dedi. Şirvanşah soruşdu. Demək sən belə hesab eləyirsən ki, onun az da olsa təqsiri var, deyə soruşdu. Bəli, əlahəzrət, onun təqsiri başqalarından çox bilməyindədir, ilhamlı şair olmasındadır, ötkəmliyindədir. Şirvanşah gülümsündü və baş vəzirə, sənə 10 gün vaxt verirəm. Şairin həbs olunması barəsindəki fərmanda göstərilən ittihamı bir də yoxla və mənə məlumat ver. Baş vəzirin baş üstə deməkdən başqa çarəsi qalmadı. Baş vəzir Şirvanşahın tapşırığını bir aydan çox süründürdü. Hər dəfə Şirvanşah soruşanda dəqiq, ciddi yoxlatdırıram deyib canını qurtarırdı. Nəhayət, o Şirvanşahın Xaqanini mütləq azad edəcəyini yəqin edib, yerini şirin salmaq üçün Xaqan gözləmədiyi halda Xaqaninin azad olunması fərmanını hazırlayıb Şirvanşaha təqdim etdi.